Açsın. Birinci Aysel Gözəlova. Buyurun. Açın səsim əlimə zəhmət olmasa. Salam, axşamınız xeyir müəllimə. Necəsiz? Axşamınız xeyir olsun, yaxşı olasınız, siz yaxşı olun. Çox Qeyd sağ elədiyim kimi inkluziv təhsil idi mövzumuz. Xahiş olun. edirəm, yəni dərs prosesinə əlavə suallara əlavə, yəni dərsdən kənar suallara yol verməyək və Hı hı. sonra da başlayaq dərsimizə aid, eyni zamanda ümumi bundan öncəki dərslərimizə aid testləri işləməyə ki, dərsimiz səmərəli olsun. Başlayaq. Aysel İnşallah. müəllimə, siz mənə vurğulayın görüm. Bu inkluziv təhsil nə deməkdir? Məsələn, inkluziv təhsil nə deməkdir? Diferensial təhsil nə deməkdir? Yəni diferensial təlim nə deməkdir? Bu ikisini mənə ayıra bilərsiz? Hər kəs dinləsin. İngilis təhsil sağlamlığından, potensial imkanından asılı olmayaraq hər kəs üçün, yəni bütün uşaqlar üçün əlçatan olmasıdır da inkluziv təhsilin. İnklusiv təhsildə bir sinifdə 5-10% uşaqlar iştirak eləməlidir. 5-10% demək o deməkdir ki, yəni 2 ya da 3 daha çox 3 uşaq iştirak eləməlidir. Daha çox olarsa o sağlam uşaqlara psixoloji təsir eləyir də. Yəni uşaqlar onlar nə hərəkət eləyirsə, sağlam uşaqlar da onların hərəkətini eləyir. Ona görə 2-3 uşaq olmalıdır. Daha çox elə bilirəm ki, olmaz da. Yəni uşaqlara pis təsir eləyir. Sonra 4 mərhələdən ibarətdir. Diskriminasiya, seqreqasiya, inteqrasiya, bir də inklüziya. Diskriminasiya bütün uşaqlar ümumiyyətlə təhsildən kənarda qalırlar. Seqreqasiya ya evdə təhsilə cəlb olunurlar, ya da xüsusi məktəblərdə oxuyurlar. İnteqrasiya eyni məktəbdə başqa-başqa siniflərdə, başqa proqram üzərindən dərs keçirlər. İnklüziya isə odur ki, yəni sağlam uşaqlar eyni sinifdə, eyni proqram əsasında təhsil keçirlər də, yəni təhsilə cəlb olunurlar. Bir də 3 növü var inklüziv təhsilin: nöqtəvi Hı daxil hı. olma, kütləvi daxil olma, bir də tam daxil olma. Nöqtəvi daxil olma, yəni oyunlarda inklusiv uşaqlarla normal uşaqlar oyunda, nə bilim, gəzinti vaxtı bir yerdə olurlar. Amma hissəvi daxil olmada məşğələlərdə, fiziki, musiqi məşğələsi, təsviri fəaliyyətdə bir yerdə olurlar. Tam daxil olmada isə elə bütün məşğələlərdə normal uşaqlarla bir yerdə olurlar da, yəni bütün günü bir yerdə olurlar. Sonra 2 model var: tibbi model, sosial model. Tibbi model Müəllimə, odur ki. baxın, indi birinci mən bunu vurğulayım. Unutmayın, hər kəsin dediyim kimi diqqəti dərsdə olsun. Baxın, qeyd elədiyim kimi, bir var diferensial yanaşma, bir də var inkluziv təhsil. Diferensial yanaşma odur ki, uşağın heç bir narahatçılığı, heç bir əlilliyi yoxdur. O uşaq nə isə bacarmırsa, nə isə bilmirsə, sən ona diferensial yanaşırsan. Bir var diferensial yanaşma, bir də var fərdi yanaşma. Diferensial yanaşma odur ki, diferensial sözünü əvvəlcədən eşitmisinizsə, ona görə bu ikisini izah edirəm, çünki çox müəllim bunu qarışdırır. Bir var diferensial yanaşma odur ki, qrupun siz marağını nəzərə alırsınız. Diferensial və fərdləşmədə. Diferensialda qrupun nəzərini alırsınız. Yəni diferensial yanaşırsınız, deyirsiniz ki, görən qrup oyunmu istəyir, görən cütlərləmi istəyir, fərdimi istəyir, işi fərq eləmir, hansı fəaliyyət olur olsun. Marağı ön planda tutursunuz. Bir də var fərdi yanaşma. Fərdi yanaşma tək yanaşma deməkdir. Qrupu qoyuram qırağa, bir nəfərə yaxınlaşıram. Və burada artıq mən bildirirəm ki, məsələn, Emil necə öyrənir və yaxud da Emilin hansı çətinliyi var və ya Ayşənin hansı çətinliyi var. Bu da olur fərdi yanaşma. Diferensialla fərdinin fərqi budur. Bir də var inkluziv təhsil. İnkluziv təhsil artıq qeyd elədiyimiz kimi məhdudiyyətli uşaqlar, hansı ki, qeyd görmə məhdudiyyətli, eşitmə, eyni zamanda əlilliyi olan uşaqlar. Yəni burada artıq biz onlara üzr istəyirəm ifadəmə görə, məsələn, kardır, kordur, eşitmir. Yəni bu ifadələri işlətmək artıq tibbi modelə gedir, çatır. İndi tibbi ilə sosialı da izah edəcəm, hər kəs dinləsin. Yəni dediyim kimi, bu kateqoriya inkluziv təhsilə aiddir. Nə aiddir desə, deyəcəksiniz ki, hansı ki, uşaqda görmədi, eşitmədi, eyni zamanda əlilliyi olan uşaqdır, əqli geriliyi olan, hamısı var da. Yəni bunların bütün o xəstəliklərin növləri də o PDF-də yer alıb. Onlar haqqında da indi danışacağam. Yəni bir sözlə, bunların hamısı gedir inkluziv təhsilə, amma diferensialda bu yoxdur. Diferensialda uşaq hər şeyi bilir, bacarır, eşidir. Sadəcə o uşağın sən bir meyl marağını nəzərə al, bir də onun istəklərini nəzərə al. Elə uşaq var ki, yaddaşı zəifdir, o inkluziv təhsil
təhsilə aid edilmir ki, o yaddaş zəifdir, yadında qalmır, yaddaşında problem var. Yəni ona görə diferensiallıq başqa bir şeydir, inklüzivlik başqa bir şeydir. Müəllimə, siz mənə vurğulayın görüm, inklüziv təhsil bu zamana qədər neçə mərhələdən keçib? Hərənizə bir-iki sual verəcəm əsaslı. 4 mərhələdən müəllimə. Hansılar idi? Diskriminasiya, seqreqasiya, inteqrasiya, bir də inklüziya. Ay Diskriminasiya, Allah. yəni bütün uşaqlar ümumiyyətlə təhsildən kənarda qalır. Seqreqasiya ya evdə təhsilə cəlb olunur, ya da xüsusi məktəblərdə. İnteqrasiya eyni məktəbdə, fərqli siniflərdə, fərqli proqram əsasında keçirilir. İnklüziya isə eyni sinifdə, eyni proqram əsasında bir yerdə təhsilə cəlb olunurlar. Düzdür. Yəni müəllimlər vurğuladığımız kimi 4 mərhələdən keçib. Diskriminasiya o dövrdə, neçənci əsrdədir, yəni ilk dəfə inklüziv təhsildə. Diskriminasiyada o uşaqlara əlil kimi baxılırdı. O uşaqlara belə sanki bu dünyaya bir faydası yox imiş kimi baxırlar. Deyirlər, bu uşaqlar ancaq evdə olsun, çölə çıxmasınlar, oxumasınlar. Yəni ancaq elə evdə həyatını keçirsin. Yəni həyata yararsızdır. Bu artıq düzgün yanaşma deyil. Diskriminasiya təmiz uşaqları həyatdan kənarda saxlamaqdır. Bir var seqreqasiya. Seqreqasiyada deyir ki, ya məktəbə getsin, ya evdə təhsil alsın daha doğrusu, ya da xüsusi məktəbə getsin, xüsusi təhsil müəssisələri olur. Ondan başqa heç yerə. Bir də var inteqrasiya. İnteqrasiya normallaşdırma mərhələsi adlanır. Niyə inteqrasiya normallaşdırmadır? Çünki inteqrasiyada deyir ki, məktəbə getsin uşaq. Amma məktəbdə sinifi də ayrı olsun, proqramı da ayrı olsun. Baxın, belə deyim, diskriminasiya desəyə deyəcəksiniz ki, birinci mərhələdir, diskriminasiya birinci gəlir, uşaq təmiz təhsildən kənar qalır. Bu qaldı qıraqda. Heç nə, uşaq hər şeydən uşağın əli üzülüb, belə deyək də sadə dildə. İkincisi gəlir seqreqasiya. Seqreqasiyada şərt qoyur uşağa. Ya evdə təhsil almalısan, ya da xüsusi təhsil müəssisəsində. Yenə səni cəmiyyətə qoymuram deyir. Yəni ikisində. Bir də var inteqrasiya. İnteqrasiya normallaşdırmadır. Yəni biraz normala gəlib də vəziyyət. Yəni cəmiyyətə buraxır uşağı. Cəmiyyətə necə buraxır? Uşağa deyir ki, məktəbə get. Amma sənin sinifin də ayrıdır. Yəni tipik uşaqlar, tipik sağlam uşaqlardır. Yəni sağlam uşaqlar olan müəssisəyə get. Xüsusiyə yox, yəni ora get. Amma şərtin var ki, deyir, yəni ayrı sinifdə ayrı proqramla təhsil almalısan sən. Yəni sənin müəllimin də, sənin proqramın da ayrı olmalıdır. Eyni məktəbə getsən belə sinifin ayrıdır. Bu normallaşdırmadır inteqrasiya. Bir də var inklüziya. İnklüziya indiki dövrdür. İndi hal-hazırda inklüziv uşaqların hər biri sağlam uşaqlarla bir yerdə, eyni mühitdə, eyni şərtlər altında təhsil alır. Belə. Aysel müəllimə, son olaraq da bunu vurğulayın mənə. Neçə faiz olmalıdır inklüziv təhsil uşaqlar siniflə? 5-10 faiz təxmini nə qədər əhatə edirdi? 3 uşaq olmalıdır da müəllimə. Çox ola bilməz yəni. Ay, sağ ol. Əla, təşəkkür edirəm müəllimə. Çox sağ olun müəllimə, siz sağ olun. Sağ olun, Pərşan müəllimə Hüseynova. Bəli müəllimə, axşamınız xeyir. Axşamınız xeyir olsun. Pərşan müəllimə, siz mənə deyin görüm, inklüziv təhsilin hansı prinsipləri var idi? Müəllimə, inklüziv təhsilinin deməli bir çox prinsipləri var ki, biz onları yerinə yetirməliyik. Hansı ki, məsələn, hər bir kəs hiss etmək qabiliyyəti var, düşünmə qabiliyyəti var. Bütün insanlar bir-birlərinə lazımdılar. Bütün deməli uşaqlar bilik bacarıqlara, bacarıq vərdişləri aşılanmalıdır. İnsanın dəyəri onun qabiliyyəti və nailiyyətindən asılı deyil. Sonra hər kəs ünsiyyət hüququna malikdir. Və belə deyim, hər kəsin həm öz yaşlarına, həm də ki, yəni dostluğa, dəstəyə ehtiyacı var. Bax, bunlar lazımdır. Yəni, inklüziv təhsildə bu prinsiplər yerinə yetirilir. Sonra, məsəl üçün, inklüziv təhsildə var ki, yəni burada, yəni bu təhsildə belə deyim də, bu təhsil bütün sahələri inkişaf etdirir. Yəni istər məktəbə qədər də, istər orta məktəbdə, yəni ki bütün sahələri inkişaf etdirir və istər hansı bir məsəl üçün təhsil ocağında işləyiriksə, yəni ki bu təhsilə yer verməliyik. Yəni bu prinsiplər dedim. Bilmirəm, 7-8 mi prinsipdir? Aha. Müəllimə, bir də vurğulayın mənə. Tibbi ilə sosial modelin fərqi nə idi? Müəllimə, bax, Motivasiya gətirin həyatdan, real gördüklərinizdən ki, tam dərk eləyək.
Aha. Deməli bu inklüziv təhsilin iki modeli var. Bir tibbi modeldir, bir də sosial modeldir. Tibbi model nədir? Uşağın qüsurlu olmasıdır, damğa vurulmasıdır. Yəni ki, belə deyim, qəbul olunmamağıdır da. Yəni ki, bu uşaq qüsurludur, bunu qəbul eləməyək, damğa vuraq, sonra necə deyim, hansı ki, uşaqların hərəkətlərinin pozuntularını nəzərə alınmasıdır. Nə bilim, cəmiyyətdə dəyişməz olaraq qalır da. Yəni ki, tibbi model budur. Amma sosial model odur ki, hər uşağı olduğu kimi qəbul eləmək lazımdır. Yəni ki, bu sim uşaqların bilirik də bir çox növləri var ki, hansılar ki, Down sindromlu ola bilər, autizm ola bilər, hiperaktiv uşaq ola bilər. Yəni ki, əqli geriliyi olan uşaqlar ola bilər. Çünki bunlar sağlam imkanları məhdud uşaqlardır. Yəni bunu biz cəmiyyətdə artıq qəbul eləməliyik. Necə var, onu qəbul eləməliyik. Bu sosial modeldir. Sonra hansı ki uşaqların güclü xüsusiyyətləri var ki, onları biz deməli nəzərə almalıyıq, ehtiyaclarını ödəməliyik. Sonra bir də ki bu sosial modeldə nəticə yönümlü müəssisələrin təşkili olmalıdır da. Burada uşaqların sosiallaşması olmalıdır, ünsiyyəti olmalıdır. Belə onların hər bir belə deyək, hər bir şeyi dəstəklənməlidir, alqışlanmalıdır. Yəni sosial olaraq biz onu qəbul etməliyik. Diqqətdən kənarda qoymamalıyıq. Yəni birgəlik inkişaf edir, belə deyim də. Yəni ki, sosiallıq budur. Müəllimə? Bir də qeyd edeyim müəllimə, siz mənə bəs yaxşı, tutaq ki, belə bir sual verim sizə. Məsələn, damğa vurma hansına aiddir? Sosial yoxsa tibbiyə? Tibbi. Tibbi model, damğa vurmaq tibbi. Məsələn, maneələrin dəf edilməsi problemin həlli. O sosial modeldir, sosiallaşmadır. Maneələrin dəf edilməsi. Yəni sosial dəstəkdirsə sosial modeldir. Tibbi model bilirsiniz nədir? Məsələn, diaqnozdur, qüsurlu nə olur olsun deyək ki, həkimə apar. Ancaq bunu müalicə xeyr eləyə bilər. Nə olur olsun elə birbaşa müalicə, birbaşa bir depressiyaya düşür, birbaşa müalicə olmur da, yəni o düzgün yanaşma deyil. Yəni birbaşa düzdür, həkimin də öz yeri var, amma birbaşa eləsən hər şeydə elə iynənin dərmanı görməyin də yersizdir. Bəs deyirəm ki, cəmiyyət dəyişməz olaraq qalır. Yəni ən axırda tibbi modeldə o qalır ki, cəmiyyət dəyişməz qalır. Yəni ki, bunlar tibbi Pozuntunun diqqət mərkəzində olması, cədvəldə sxemdə hamısı atmışam. Necə müəllimə? Onlar da tibbi model. Diqqət mərkəzində qalması. Tibbi modelə aiddir. Əla, bir də müəllimə vurğulayın mənə, zəhmət olmasa deyilsiz. Bir var, məktəbəqədər təhsil müəssisəsində inklüziv təhsilin 3 növü var idi. Nöqtəvi, hissəvi, tam Hissəvi və tam daxil olma. Hə, müəllimə. Nə üçün istifadə olunur? Nə üçün istifadə olunur? İzahını verim. Deməli, müəllimə, dediyimiz kimi inklüziv təhsilin 3 növü var. Hansı ki, nöqtəvi daxil olma, hissəvi və tam daxil olma. Nöqtəvi daxil olma nədir? Yəni ki, sağlamlıq imkanları məhdud olan uşaqlar ayrı-ayrı məqamlarda bu normal uşaqlarla bir yerdə ola bilərlər. Hansı ki, gəzintilərdə, oyunlarda, bayram tədbirlərində. Bu nöqtəvi daxil olmadır. Bir də var ki, hissəvidir. Yəni ki, bu nöqtəvi daxil olmanı hansı ki, biz deyirik oyunlardır, məsəl üçün, deməli, bayram tədbirləridir, gəzintilərdir. Yəni, biz onları da bu sırada diqqətdən kənarda qoymamalıyıq. Ona görə də nöqtəvi şəkildə biz onları daxil edirik öz aramıza. Bir də var ki, hissəvi daxil olma. Bu isə, bu uşaqlar isə bütün günü deyil. Yalnız, məsəl üçün, hansı ki, bizdə fiziki tərbiyəvi, deməli, məşğələmiz var. O məşğələlərdə, musiqi məşğələlərində yenə də onları diqqətdən kənarda qoymuruq. Hissə olaraq biz onu qəbul edirik və öz cəmiyyətimizə, deməli, qəbul edirik. Bir də var tam daxil olma. Burada artıq uşaqlar, yəni sağlamlıq imkanları məhdud olan uşaqlar burada artıq, deməli,
bütün tədbirlərdə, bütün deməli keçirilən məşğələlərdə iştirak eləyir. Tam daxil olmada. Buyurun müəllimə. Müəllimlər səsim gəlir. Bəli, gəlir. İndi gəlir. Qəşəng izah eləyirsiniz. Çox sağ olun. Ən sevdiyim belə deyəm ki, proqram. Qəşəng izahınız çox gözəldir. Sağ olun. Diqqətiniz üçün təşəkkür edirəm. Çox sağ olun. Mən neçə vaxt dərsə qoşula bilmirəm deyə. O qədər bir dəfə keçmişəm bunu. Elə yüngül var. İndi çox qəşəng izahdır. Təşəkkür edirəm. Zehin açıqlığı versin. Hər birimizə inşallah. İmtahandan da yaxşı keçə bilək. Cümləmizə. Cümləmizə. İnterneti getməli. Ola bilər. Ola bilər. Bizdə yaman yağış yağır. Elə hər deyəsən bölgə belədir. Müəllimə təşəkkür edirəm. Çox sağ olun. Düzdür. Aha, oldu müəllimə. Sağ olun. Sağ olun. Səs açdın Rüsalə Rüzayeva. Rüsalə müəllimə. Buyurun. Rüsalə müəllimə, məsələn, nöqtəvi hissəvi dedik bayaq tam daxil olma. Hansı xarakter daşıyırdı? Niyə var bu nöqtəvi hissəvi tam? Nə üçün var? İndi mənasını bildik. Bəs nə üçün var? Necə müəllimə nə üçün var? Bu inklüziv təhsilin növləridir də müəllimə. Yəni inklüziv təhsildə bu Yox, müəllimə, olmasın. Müəllimə bu maşınlarla, yəni uşaqlarda olan qüsurları aradan qaldırmaq deməyək, yəni həmən uşaqlara bu nöqtəvi nəzərdən yanaşmaq deməkdir də. Yəni nöqtəvidir, hissəvidir, tam daxil olmadır. Yəni bunu bilərək biz bu uşaqlara yanaşırıq. Hansı uşağa necə yanaşmaq lazım olduğunu bu növlərlə bilirik. Bəlkə də yanlış dedim müəllimə, yəni Bu artıq adaptasiya xarakteri daşıyır. Nədir adaptasiya xarakteri? Onu da vurğulayım sizə. Baxın, adaptasiya xarakteri. Kayıtda ancaq başdan ayağa, yəni ola bilər o kayıtlar atmısınız, hamısına mən qulaq asmamışam. Hamısına qulaq asardı. Çünki yeni yazılanlar, yeni hamısı haqqında danışılan mövzulardır və bunu da vurğulayım müəllimə. Dediyim kimi, artıq burada adaptasiya xarakteri daşıyır. Nədir bu adaptasiya? Belə bir nümunə gətirim. Yəni, birinci olaraq uşağı bağçaya adaptasiya edəndə nöqtəvi, sadəcə oyun, əyləncə, bilirsiniz də oyundur, əyləncədə heç kim oyundan əyləncədə kənar qalmır. Həvəsi oyun əyləncə yaradır. Sonra yavaş-yavaş artıq yüngül məşğələlərə salırsan, hissəvi daxil olmada, tam daxil olmada, artıq uşaq bütünlüklə gəlir. Necə ki, bağçaya uşaq bir həftə anasından ayrılmır, normal bir uşaq. İnklüziv uşağı da sən birdən-birə bağçaya gətirə bilmərsən, axı gəl elə bağçada oğul bağçaya gəl, qoyub gedə bilmərik. Ona görə də bu 3 dənə mərhələsi daxil olma var. Nöqtəvi, hissəvi və tam daxil olma. Nöqtəvidə hardasa bir həftə indi müəyyən vaxt alıncaya qədər oyunlarla adaptasiya edirsən, hissəvidə yavaş-yavaş yüngül məşğələlərə salırsan, tam daxil olmada da bütün məşğələlər. Başa düşdüm mən. Aha. Bir də deyin mənə siz, var burada müəllimə. Deyirsiniz mənə, məsələn, sim uşaqlar bilirsiniz, sim uşaqlar nə deməkdir? Sağlamlıq imkanı məhdud uşaqlar deməkdir. Sağ olun. Bəs yaxşı, burada sim uşaqların, məsələn, xarakteristikası, təhsil ehtiyacları, məsələn, hansı uşaqların təhsil ehtiyacları olur? Hansı hissələrə bölünür? Məsələn, var uşaqlarda hansı problemlər olur? Əqli gerilik, psixi-inkişafın ləngiməsi, sonra Sindromu, autizmdir, serebral iflicdir, sonra nit ləngiməsidir. Onlar deyirsiniz müəllimə. Sonra Hiperaktivlik və diqqət əksikliyidir. Əqli geriliyində müəllimə bir neçə növləri var. Düzdür, tam mənimsəməmişəm o böyük PDF-i, amma belə oxumuşam da. Aha. Yaxşı.
Bir də deyin siz mənə, indi danışdıqca tam biləcəksiniz. Məsələn, müəllimə, deyin mənə görüm, autizmlə Down sindromunun əlamətlərini. Müəllimlər, bunu da tövsiyə edim sizə. Sadəcə autizmi, eyni zamanda Down sindromunu burada kitabda oxuduğunuzla kifayətlənməyin. Girin, YouTube üzərindən yazın Down əlamətləri, autizm necə olur. Nə qədər bol informasiya imtahanda bir o qədər qabaqdasınız. Hər ehtimal özünüzü təkmilləşdirmək üçün baxın, mütləq. Yəni həyati bir dərsdir də bu, yəni daima sizə lazım olan bir şeydir. Bir növü tibblə də bağlı bir şeydir. Ona görə də mütləq bir tərbiyəsinin bilməli olduğu məqamlardır. Bəli, bəli, bizim işimizdə də yəni Bəli, bilirsiniz də müəllimə. çoxdan ikisi elə gəlir, xəstə gəlir. Eynən, yəni artıq onun əlamətini, onun nəyə ehtiyacı olub olmadığını, onların hamısını girin araşdırın. Yəni videolar atacağam inşallah dərsdən sonra, belə maraqlı videolar öyrədəcək. Açıb qulaq asarsınız. İnanın mənə o kitabdan da rahat videolar atacağam sizə ki, siz artıq o uşağı artıq beyninizdə həkk edəcəksiniz. Sabah bir yerə gedəndə, bir müəssisənizə bir uşaq gələndə, heç kim ona diaqnoz qoya bilməyəndə siz diaqnoz qoyacaqsınız ki, bu uşaqda autizm var və yaxud bu uşaqda Down sindromudur və ya əqli qiriliyi var və yaxud da ki, eyni zamanda bayaqda vurğuladığımız kimi, məsələn, psixi inkişafında ləngimə var, hiperaktiv uşaqdır, diqqət eksikliyi var bu uşağın. Yəni, bir növü öz işiniz üçün bu daha yaxşıdır. Bəli, mən deyim autizm. Bəli, bəli, autizmdən Down sindromu. Deməli, autizm əsasən 2 yaşdan etibarən özünü göstərməyə başlayır, autizm əlamətləri uşaqda. Uşaq deməli özünə qapanma, sonra həyatdan uzaqlaşma kimi hallar uşaqda baş verir. Sonra autizmdə diqqət pozuntusu, nitq və ünsiyyət pozuntusu, təxəyyül pozuntusu, belə şeylər autizm spektrli uşaqlarda bunlar baş verir. Sonra məsələn mənim özümün qrupumda var müəllimə də canlı olaraq deyim. Uşaq fırlanır elə. Biz tutaq ki, oturmuşuq məşğələ keçirik. Bu bizim başımızın ətrafında fırlanır. Karandaşlar verirəm müəllimə düz xətt boyunca karandaşları düzür. Qəribə-qəribə səslər çıxardır. Durduğu yerdə birdən ağlayır, əl çalır. Yəni bunlar hamısı sadalasan çox deyil belə bəlkə də. Yəni bildiyim, yəni canlı özüm şahid olduğum əlamətlərə uyğun deyirəm də müəllimə. Hamısı autizm sindromuna aid olan əlamətlərdir. Yaxşı, bəs bir də deyin görüm siz mənə. Var müəllimə hiperaktivlik. Hiperaktivliklə diqqət əksikliyi haqqında nə deyə bilərsiniz? Məsələn, o uşaqlar özlərini necə göstərirlər cəmiyyət arasında? Hiperaktivlik müəllimə belə yadımda qalıb ki, yəni o elə uşaq da var qrupunda. Hiperaktivlik uşaq çox danışır, yerində sakit oturmağa çətinlik çəkir, tez-tez dönürlər, oturduğu yerdə tez-tez hərlənirlər. Yəni necə deyim müəllimə, necə çatdırım sizə? Yəni qaynardılar da, bir yerdə durmayan uşaq, hiperaktiv uşaqdır. Yerli yersiz tutaq ki, məşğələ keçirsən, o məşğələyə aid olmayan, düz deyil uşaqdır. Yəni mən 2-3 yaşlı uşaqdan ya 4-5 yaşlı uşaqdan yerli nə gözləyə bilərəm uşaqdır, amma baxırsan ki, sağlam uşaqla onun arasında böyük fərq var. Onun məşğələyə yanaşmasından, düşüncəsindən, hərəkətlərindən. Yəni belə deyim də, loru dildə hiperaktiv mənim gözümdə qaynar. Çox danışan, çox hərəkət eləyən, tez-tez suallar verən belə uşaqdır hiperaktiv. Müəllimə, o birisi nə idi dediniz? Diqqət əksikliyi? Bəli, bəli. Diqqət əksikliyi də müəllimə, yəni uşaq diqqətini müəyyən bir şeyə, uşağın tutaq ki, məsələn məşğələ keçirsən, amma uşağın diqqətini o məşğələyə yönəldə bilmirsən. Əksiklik var diqqətində. Mən tam bilmirəm sözün açığı. Yox, yaxşı dediniz. Yayınırlar, müəllimə, asanlıqla yayınırlar. Səbirləri çatmır da. Bəli, verilən təlimatları yerinə yetirərkən çətinlik çəkirlər. Tez-tez dönürlər. Rəsm verirsən. O rəsmdən gedir avtomobil götürür, gedir gəlincik götürür. Yəni belə nəzəri dildə bilməsəm də loru dildə bilirəm. Əla, əsas elə odur. Və yaxud görürsünüz, dərs sah eləyirsiniz, məsələn, nəsə maraqlı bir yerində fırlanır, gəh gedir stolun başında oturur, gəh ayaqlarını qaldırır, stuldan sallayır, o qədər olub ki, yəni qrupunda. Deyirsən, yenə də, yəni, öz bildiyini eləyir. Bəli, çox mane olur. Valideynə də müəllimə, buradan sizə bir sual verin, bəlkə başqa müəllimələrin də qrupunda var.
valideynə də deməyə çətinlik çəkirik, biraz çəkinirəm. Çünki elə valideyn var ki, səni boşlu çıxardır, deyir elə şey ola bilməz. Mənim Eynən, uşağıma elədir. bu diaqnozu qoyma. Ona görə sakitcə otururuq, elə məşğələmizi keçirik. Yəni uşaq imkan verdi, vermədi, bir təri yəni ki, yola verdi ki, aman gündür valideyn sonra gələr bizlə dalaşar. Problem etməsin. Düzdür, Problem düzdür, olmasın, düzdür. hə. Yox, düzdür, düzdür. Yəni o biraz demək çətindir, amma mütləq çatdırılmalıdır. Deməli, Yəni başa unutmayın. düşülməsin. Ailələrlə işin təşkilində indi keçəcəyik, gələcəkdə maraqlı mövzumuz olacaq. Ailələrlə işin təşkilində də görəcəksiniz ki, birinci deyir uşağın müsbətini denən. Məsələn, necə müsbətini denən? Birinci denən ki, bu cəhətləri yaxşıdır, amma busu məsələn idarə eləmək olmur, belə çətinliklər yaradır. Amma birbaşa olaraq mənfini deyəndə valideyn əlbəttə ki, coşacaq. O ailələrlə işin təşkili mövzusunu keçəndə bütün metodları öyrənəcəksiniz inşallah. Təşəkkür edirəm müəllimə, çox sağ olun. Sağ ol. Sağ olun. Səs açsın Gülşən Raisi. Raisi yazdı. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir olsun. Gülşən müəllimə, siz mənə vurğulayın görüm. Məsələn, var orada dediyimiz kimi hiperaktivliyi, diqqət eksikliğini dedik. Siz mənə deyin, əqli gerilik. Oligofreniya. Hə müəllimə, əqli o ümumiyyətlə çox xəstəliklər var. Bu xəstəliklər hamısının özünün Xəstəliklər xüsusiyyətləri var da, var. düzdür. Deyin. Elə bunlar xəstəlik gedir də mən biz indi Bəli, xəstəlik getsə də adətən biz ona məhdudiyyətli, eyni zamanda əqli inkişafın ləngiməsi, belə formada bu da modeldə deyirlər. xəstəlik gedir, o əqli geriliyi, o xəstəlik kimi götürürlər onu, həkimdə də müalicə edirlər. Eynən, əlbəttə belə gedir. Adətən valideynlə əlaqəli işləyirlər. Çünki birinci valideyn uşağında problemi görür, problem həll edir. Ondan sonra məsəl üçün bağçaya, məktəb adaptasiya prosesi başlayır. Əqli geriliyi olsun, psixi geriliyi olsun, Down, autizm, bütün uşaqlar hamısı təhsilə cəlb olunmalıdır. Bu da bizim köməyimiz, məktəb qədər işlədiyimiz üçün ən də böyük bizə düşür. Çünki biz daha çox çətin çəkirik, körpədilər, həm valideyn biraz psixoloji hazır olmuş uşağın xəstəliylə, həm də ki, o uşaqlarla işim daha çox çətin olur bizə. Əqli geriliyi olan uşaqlarda müəllimə odur ki, onun uşağının əqlində o bir uşaqlardan geriliyi olur. Məsəl üçün, götürümü, davranışı, hərəkəti, yaddaşı, çox gerilənmə hiss edirsən. Adətən o bir uşaqlar 6-7 yaşında, məsəl üçün, iri uşaqlar kimi apardığın vaxtı, amma sən o 6-7 uşaqlarına oyuncaqla versin, o uşaq oyuncaqla oynayır. Yəni, əqli hələ özünü tam idarə edə bilmir. Ondan sonra nə deyim? Əqli gerilikdə, sonra nə Bəs yaxşı. deyim, bəli, eşidirəm sizi buyurun. Dediyimiz kimi, məsələn, əqli geriliyi olan uşaqlarda dedik ki, nəyisə xatırlamaqda çətinlik çəkirlər. Eyni zamanda reaksiya adətən olur, bəli. Eynən, reaksiya verməyin lazım olduğunu başa düşməyə bilərlər. Məsələn, normal bir vəziyyətdə reaksiya verə bilmirlər, fikir bildirə bilmirlər, məntiqli düşünməkdə çətinlik çəkirlər. Səviyyələri var. İdotopiyadır. İdiotiya, imbesillik. İşebillik və dembillik. Mən ən birinci idotiyanın ümumiyyətlə məktəbə bağçaya götürülmür o uşaq. Ən ağır belə pilləsi sayılır. Amma işebillik düzdürmükmü? İmsibillik, amma bu uşaqlar deyil, İmbesillik, mümkündür. Mümkündür, nə təli deyir? Yüngül, məsəl üçün, kardon rəhləmə, qatlanma, rəhləri uyğunlaşdırma, müəyyəndir bu əməyə sövq eləmək olur. Yavaş-yavaş məktəbə qədərdə uşaqlarla oxumağa, öyrənməyə, cəhd etməyə yəni bir şansı var da ki, bu uşaqdan nəsə biri ala bilərsən, işləmək mümkündür. Amma debillik səviyyəsində uşaqlar deyir, tam məktəbə qədərə qəbul olunub, rahat götürülür. Düzdür, problem həmişə var, xüsusi qayğısı olan uşaqlardır. Amma yəni bu uşaqların işlədikcə deyir, əqli gerilikdən müəyyən qədər irəliləş əldə etmək mümkündür. Yəni ki, bu uşaqlar bir işıq ucu var da ki, yəni uşaqlarla tam normal səviyyədə, yəni təhsil adaptasiya ola bilsin. Yəni ən yüngül sayılanır, debillik sayılır. Bir də deyin siz mənə.
Məndə autizmli olan uşaq var şəxsən. O əl Aha, bəli. hərəkətlərindən, əl hərəkətləri, məsəl üçün özü də qız uşağıdır. Əl hərəkətləri bir-birinin əlini bir-birinə vurur. Məsələn söz soruşursan, səndən çətin ünsiyyətə girir, amma öz-özünə danışır görürsən qıraqda. Sonra nə bilim, adətən onun əynini dəyişdirə bilmirdik biz. Bir paltarı gəldi, bütün günü bir paltarda gəzirdi o uşaq. Soyundura bilmirdik. Məsəl üçün çox çətin adaptasiya Eyni olurdu. əşya ilə oynaya qalırlar. Bəli, bir də çox küsəyən olur, həssas olur o uşaqlar. Eyni hərəkəti dəfələrlə təkrarlayır. Bəli, Mən də bəli. autizmə aid bir video çəkmişdim, yəqin ki, görmüsünüz onu. Yenə də paylaşaram onu qrupda. Uşaqlarda məsələn necə göstərilir? Maarifləndirici bir video idi. Öz uşaqlarımla yazarsınız Instagramda Ayda Azadlı gələcək səhifədən. İndi yönləndirərəm qruplara, daxil olub baxarsınız Instagramda. Hə, atıram, tapdım. İndi ataram onu. Yəni bir növ autizmin əlamətləri də autizm gününə aid çəkmişdim videonu. Yəni hansı hərəkət edir uşaqlar, özlərini necə göstərir, ümumiyyətlə göz kontaktı qurmurlar. Körpə dövrdə bu belə deyim, autizmi aşkarlamaq olmur. Adətən autizm 2 yaş, 2 yaş yarımlıqdan sonra aşkarlana bilən bir belə deyim, yəni xəstəlik də deməyə, yəni bir ləngimədir. Onun ağrı da, ortası da, yüngülü də olur. Və ona görə də vəziyyət dəyişir. Yəni Özlərində ki, xələl davamlı yetirən gedir. autizmlər də var. Ən ağır forması odur mən elə bilirəm ki, uşaqlarda. Özünə xələl yetirir, nəyisə qopardır, saçını yonur. Çünki o elə bir reaksiya verir, başa sala bilmir, içində hissi deyə bilmir, başı özünə xətər yetirməyə. Yəni o ən ağır forması elə bilirəm autizm. Amma məndə olan uşaqda, yəni qız uşağı özdə valideyni çox həssas valideynidir. Amma hamı valideynlərdə var da, bizim yaralı yerində odur ki, şəxsən mən elə bilirəm ki, valideynlər biraz laqeyd uşaqlarına qarşı. Mənlə laqeyd işləmirlər. Mən fikirləşirəm ki, mən adaptasiya öyrədirəmsə, Bəzən həmin o narahatçılıqları gizlədirlər, sistemdən sağlam formada keçirirlər. müəllim, Uşaqlara. inanırsınız, mən böyük qrupdayam, hal-hazırda biz kənara çıxıram. Uşaqlar qaşıqdan, orta qrupdan tam arxaya yeməlidirlər. Hələ kiçik qrupda mən sizin kömək edirsən, amma o qədər ki, valideyn həmin o uşağa qaşıqdan yemək verir ki, uşaq otur görür ki, mən yemək versinlər. Aha, başa salırsan ki, yəni özü yeməlidir. Düzdür, başa düşürəm indi, valideyn daha çox həssas o uşağa qarşı. Amma çox hədsiz, yəni belə şeyləri görürəm. Zəruri həyati bacarıqları Qələm uşaqlar da vermir, özləri daşlıq yerinə vermir yetirməyə uşağın bacarmalıdır. əlinə. Ki, uşaq qələm tutub yaza bilmir, solaq atdırmağa yaza bilər. Yəni, bəzi çox hallar olur. Adama belə çətin olmadan ağaraq, şimdi xanım demiş, sakit durub məşqələri keçirik. Yox, yəni ona görə də 5-10% olur. 5-10% olma səbəbi odur ki, nədir o 5-10% olma səbəbi? Uşaqların sayı. Uşaqların sayı olmalıdır. 5-10% olmalıdır ki, adətən o biri uşaqlara da maalesef öyrətməsin. Çünki müəllimə demiş, bəzən çox çətin olur bizə idarə eləmək qrupu. Fikirləşirsən ki, düzdür, hamısı eyni uşaqdır, eyni hüquqa malikdir. Amma biraz daha diqqət istəyir o uşağa, daha belə qayğı istəyir. Onda çətin olur ki, elə 5-10% kifayətlənsin. Çünki çətin halda gələn elə uşaqlar var, daha ağır formada qoyulub valideyn bağçaya uşaq, özü qəbul eləmir uşağını. Çətin olur bizə də. Təşəkkür edirəm Gülşən müəllimə, çox sağ olun. Əla. Ayda Sağ müəllimə, olun. Bəli, müəllimə, bəli. ona bir dənə sual verin. Əlbəttə ki. Müəllimə, bizdə qrupda bir uşaq var. Körpələr qrupunda çalışıram hal-hazırda. Uşaq bütün günü yerə uzanır. Yəni özdə xalçanın üstündə yox, polun üstündə. Uşağı da artıq gətirirəm xalçanın üstünə, otuzdururam, oturmur, ancaq üzünü yerə, bir damcı bir şey deyən kimi də başını yerə döyür. Bu deyirəm 100% autizm əlamətidir. Çünki Autizm var da müəllimə yüngül versiyası var. Özü O danışmır. hal-hazırda bizdə Danışmır. olub uşaq mənim yoldaşımın qrupunda. Yəni onda olub uşaq özünü yerə çırpırdı, adyal gətirirdi evdən, özü atdan-attana dovşan kimi gəzirdi. Söz deyirdim belə o gözlərini o yana çevirir, bu yana çevirir, ətrafa baxır, gülür, əl alqışlayır. Yəni belə deyim də indi o uşaqda çox irəliləyiş var. Əvvəl heç reaksiya vermirdi. İndi amma inanırsınız müəllimə, inanırsınız, yəni o uşaq o qədər savadlıdır. Yəni qrupda uşaqlara baxıram, yəni həmin qrupunda böyük qrup uşağıdır, qızdır.
video hansı ki dərs prosesində elə gözəl iştirak edir. Məsələn, o qədər həvəslidir. Mən deyim, mən gəlim, mən cavab verim. İngiliscə heyvanların adlarını, rənglərin adlarını, rəqəmləri gözəl səsləndirir ki. Körpələr Yəni qrupu bir uşağım var, bütün hərfləri bilir. Həm ingilis dilində, həm Azərbaycan dilində, özdə ancaq heyvanlarla. Əlini uzadır ki, mənə heyvan ver, heyvanlara aid fiqur ver. eynən, yəni sırf autizmli uşaq, yəni belə deyim, autizm olsa belə, yəni onun əslində savadında bir ləngimə olmur. Bəzən yəni videolar atacağam, ona baxarsınız, yəni orada bildirilir ki, bizim eşitmədiyimizi, bizim hiss etmədiyimizi onlar eşidir. Məsələn, biz adi bu saatın tıqqıltısına elə də fikir vermirik, elə deyil. Yəni fikir veririk, yəni xüsusi diqqət eləmirik də ona. Amma o uşaqlar o qədər xırda səslərə diqqət edirlər ki, o qədər xırda incə səsləri eşidirlər ki. Və Autizm. danışmırlar. Nitqi də yoxdur uşağın. Həm nitqi yoxdur, həm başını yerə döyür, həm də bütün günü yerə uzanır. Və müəllimə, 3 yaşı hələ yoxdur da körpələr qrupu. Bu uşaq ancaq özü yemək yeyir. Bizi qəti surətdə bizi yaxın qoymur. Tökə-tökə üstünə bütün xalça yeyir, amma axıra kimi özü yeyir. Qabı da əlindən alanda başını çırpır stula. Valideynə də deyəndə deyir ki, ərköyündür də mənim balam, bir dənə dəcəliz var. Bax, qalıram qırıla-qırıla, ay Allah, mən neyniyim? Allah, əlimi göyə tutub deyirəm, Allah kömək olsun. Sənin uşağına da bizə də nə deyim? Başqa şey deyim. Yox, valideynə biraz izah eləmək çətindir. Onda ki, yavaş-yavaş, mütəmadi əlaqə ilə demək olar. Və müəllimə, qeyd Laqeyd aparır elədiyim müəllim. Müəllimə üzr istəyirəm. Bu mən də bir söz deyim də olar. nə olar? Yəni bu dediyimiz proseslər bizim bağçada da var, o qrupdan uşaqda da var. Deyirsən ki, Pənah qapını açmada qapını örtmək olmaz. Özünü qaldırır, yerə çırpır, başlayır ağlamağa. O uşaq özü yemək yemir. O uşağa zorla yemək yedizdirir dayə ya mən, fərqi yoxdur da, hansı birimizə düşsə. Ki o uşaq, biri də ki, vəbşe belə, nətər deyim, heç nəyə reaksiya vermir. Çağırırsan, reaksiya vermir. Söz deyirsən, reaksiya vermir. Onda demək o Down sindromudur da o uşağın. Mən keçən dəfə onun valideynlə münasibətim yaxşı olduğu üçün dedim ki, yəni sizin uşaqda qüsurlar var da, bunu həkimə göstərin, ya liqapitə aparın. Yəni bu uşağın qüsurları var. Dedi ki, ay müəllimə, vallahi evdə belə deyil, evdə istəyir, nə bilim deyir, vallahi mən məhdələm ki, yəni bu uşaq nətər evdə istəyə bilər. Mən o uşağı çağıram, o uşaq reaksiya vermir, paltarını qoymur soyundurmağa, yemək belə yemir, siz evdən ona peçenyamı, nəmi qoyursunuz ki, o uşaq yesin onu, evdə yemir, indi biz onu başlı qata-qata neynəsə yemək yedizdirik də o uşağa. Siz ona evdə nətəri eləyirsiniz, mənə çatmır. Demək elə uşaqlar Down sindromlu uşaqlardır. Yox, Down sindromu yoxdur, fərqlənir. Fiziki Eynən. şeydən hiss olunur üzündə, əlində, Quruluşundan parmağında. göz bəbəyinin yaxınlığından. Yəni bilirsiniz necə? Şəkil atacam ona aid. Yəni baş da böyük uşaqdır. Yəni sifətlə baş quruluşu fərqli uşaqdır da. O uşağın başı böyük uşaqdır. Sifət balacadır. İndi bilmirəm, bəlkə mən səhv başa düşdüm. Yəni mən də hardasa fikrimi izah eləməyə çalışıram ki, yəni görüm düzmü başa düşmüşəm. O yüzden Yox, bu düzdür. söhbətə Baxın, daxilə elədim. ümumiyyətlə autizmi unutmayın. Qarşınıza məsələn testlərdə A, S, P böyük hərflərlə A, S, P çıxsa, məsələn A, S, P pozuntu və yaxud da ki fərqlilik, bilin ki bu autizmdir. Autizm nədir? Yəni autizmin belə deyim qısaldılmış versiyasında autizm spektr pozuntusu adlanır. A, S, P. Autizm spektr pozuntusu belə də çıxa bilər qarşınıza. Və məsələn, var o uşaqlarda əlamət olaraq yaddaşınızda qalsın. Sosial ünsiyyət çətinlikləri var, təkrarlanan davranışlar olur. Məsələn, o uşaqlarda ilk məsələn 3 ilində özünü göstərir də adətən. Daha çox oğlanlarda qızlara görə daha çox rast gəlir. Fikir verin, daha çox belə deyim, autizm oğlanlarda daha çox olur, nəinki qızlarda. Yəni ümumiyyətlə fikir analizlərimə görə, eyni zamanda araşdırmağıma görə baxıram ki, oğlanlarda qızlara görə 3-4 dəfə, yəni elə ki, bir sinifdə 2 qıza olursa, məsələn, digər sinifdə artıq 6 oğlan olmuş olur. 6 oğlan autizm olmuş olur. Yəni arada fərq çoxdur. Və birdən dediyimiz kimi deyə bilərəm sizə, elə autizmli uşaqlar var ki, yüksək intellektə malik olur. Bayaq dediyim yüksək yaddaşa, yüksək yaradıcılığa, elə uşaq var ki, gördüyü bir şeyə xəritəni belə yadında olduğu kimi saxlayır. Yəni dahi səviyyəsində autizmli olan uşaqlar olur. Axşamınız xeyir, Adil xanım, necəsiniz? Axşamınız xeyir, yaxşı olasın mənə, buyurun.
Məndə olub bax, hazırda Politexnik Universitetində oxuyur o uşaq. İndi mənim 17 il iş təcrübəm var. İşə girən bir dövrdə tanınmış bir qurumda işləyirdi. Adını çəkmək istəmirəm, valideyn anası. Uşaq denəydi, çox savadlı. Autizm, əllərini hərəkət eləyirdi, yelləyirdi. Mən indi evdə ibtidai və yaxud da ki, məktəbə qədər hazırlıqlar eləyirəm də. Bu uşaqda baxıram ki, o qədər savad var idi. Dünyanın hər bir yerindən xəbər verirdi o uşaq. Əslində ona qəribə baxırdılar, əvvəl bilmirdi. Heç kim onu aydınlaşdıra bilmirdi bağçada ki, bu uşaq bu dərəcədə savadlıdır. O uşaq evə mənə gəldi. Mən indi hələ də deyəndə ki, o uşaqda mən olan savadı mən heç kimdə görmədim. Həddindən çox savadlı, həddindən çox yaddaş, dünyanın xəritələrindən, ölkələrdən xəbər verirdi. Hazırda yenə deyirəm, Politexnik Universitetində oxuyur o uşaq, 3-cü kursda ya 4-cü kursda keçib, çox savadlı. Eynən, o yəni autizm qalsa belə, o savadına mənfi təsir etmir. Əlini qoyurdu mənim başıma, bilirdim ki, bu uşaqda niyəsə tam həddə çatıb ki, artıq cavab vermək istəmir də. Sakitləşirdi bir 3 dəqiqə, 5 dəqiqə, ondan sonra başlayırdı, yəni sual-cavablarda iştirak eləməyə. Yəni həddindən çox savadlı olur. Yəni ildən ilə də əvvəllər çox az idi. Mən bağçada müşahidə edirəm ki, həddindən çox artır. İldə nə qədər uşaqlar, məndə keçən il də var idi, bu il də var idi. Məsələn, çıxartdı bağçadan valideyn. Valideyn etiraf eləmək istəmirdi ki, o uşaqda autizmlik var da. Mən ona yavaş-yavaş siz deyən ki, bunu əvvəl tərifini verdim, valideyni təriflədim, uşağa tərif verdim. Çox yaxşıdır, mehribandır, yəni diqqətçidir. Ancaq ki, sonra dedim ki, sizin uşağınızda problem var. Deyir, yox, ay müəllimə, evdə elə deyil. Deyirəm ki, siz bir dənə aparın həkimə, psixoloqa, görün, bəlkə tək dedim, olmasın. Sonra getdi, gəldi, dedim, müəllimə apardım, düz deyirsiniz, yəni problemlər var uşaqda. Eynən. Yəni, sırf bunu araşdırmağınız, yəni, atacağım videolarla. İnanın ki, gələcəkdə yəni qrupunuzda olan bütün uşaqlarda olan bütün o narahatçılıqların diaqnozunu rahatlıqla qoya biləcəksiniz. İnklüziv təhsil məhz elə bunu tələb edir. Təbii ki. Belə, bir də hansı müəllimədə qalmışdıq? Başqa bir sual verəcəkdim. Hansı müəllimə idi? Sual-cavabda hansı müəllimədə qaldıq? Aha, yoxdur. Keçək, səsi açsın Billur müəllimə. Buyurun müəllimə, eşidirəm. Müəllimə, başdan danışım, müəllimə, elə yadıma gəlir müəllimə. Yox, müəllimə, danışmaq. Bir də səsi telefon veririk. Bir də telefonunuzu söndürün, yandırın, gəldən daxil olun. İndi olur müəllimə, baxın. Mənim səsim 5 dəqiqədə verir. Gözləyin mənə, yaxşı. Söndürün, yandırın mütləq. Ora qədər də səsi açsın Xatirə müəllimə. Xəlilova. Bəli, axşamınız xeyir. Axşamınız xeyir olsun. Xatirə müəllimə, siz mənə deyəcəksiniz, məsələn, siz deyin mənə, inklüziv təhsilin hansı komponentləri var idi? İnklüziv təhsilin müəllimə komponentləri o deyəm bir dəqiqə. Bir də var idi, məsələn, fərdi kompetensiyalar. Hansı kompetensiyalar üzərində biz düşünməliyik? Hansı komponentləri var idi? Məsələn, komponentlərdən birini deyirik. İnklüziv təhsillə əməkdaşlıq vacibdir. Sonra xatırlayın. Müəllimə, mən deyim. Billur müəllimə gəldi. Xatirə müəllimə, üzrlü sayın. Müəlliməyə sual-cavab edeyim. Sonra keçəcəm sizə. Olar? Olar. Billur müəllimə, bəli, komponentləri və kompetensiyaları deyil. Müəllimə, inklüziv təhsil reabilitasiya xidmətlərinin təşkili, fərdi tədris proqramı, sonra qiymətləndirmə, inklüziv təhsillə əməkdaşlıqdır müəllimə. Bir də inklüziv təhsil valideynlərlə işin təşkili. Sonra? Müəllimə, bunlar da ancaq. Baxın, bir var komponent, bir də var kompetensiya. Komponent dedikdə inklüziv təhsillə əməkdaşlıq, qiymətləndirmə, fərdi tədris proqramı hazırlanmalıdır. Sonra inklüziv təhsildə reabilitasiya xidməti. Reabilitasiya xidməti nədir onu da deyəcəm sizə. İnklüziv təhsildə pedaqoqla psixoloqların rolu olmalıdır. Yəni hər bir müəssisədə. İnklüziv təhsildə məsələn bütün xidmətlərin təşkili olmalıdır. Sonra inklüziv təhsildə valideynlərlə işin təşkili olmalıdır. Valideynlərlə qeyd elədiyimiz kimi işin təşkili nəyə
nəyə olur? İnklüziv təhsilin komponentləri ilə. Yəni bunlar vacibdir də. Sonra deyə bilərəm, məsələn, bəzi faktorlar var deyə orada. Bəzi faktorlar, onlar diqqətdə saxlanmalıdır. Məsələn, intellekt və emosional sahənin inkişafı, stressə qarşı dözümlülüyü olmalıdır. Uşaqda özünün inkişafı təmin etməliyik. Reabilitasiya xidmətini kim deyə bilər mənə? Bilirəm, mən sual verəcəm sizə. Nədir reabilitasiya xidməti? Axşamınız xeyir müəllimə deyilmi? Axşamınız xeyir. Sən müəllimə desin, sonra Güldanə müəllimə də fikrini ifadə eləsin. Buyurun. Reabilitasiya xidməti, Aydın müəllimə, bu sim uşaqlara müxtəlif xidmətlərin göstərilməsidir. Yəni onlarda olan o çatışmamazlıqlar üzərində olunan psixoloji, defektoloji, yəni təlimlərdir. Düzdür. İndi Güldanə müəllimə siz də deyin. Hə, axşamınız xeyir. Deməli, reabilitasiya mərkəzi bu sağlamlıq ilmi məhdudiyyətli uşaqlar üçün elə bil ki, mərkəzdir. Uşaqların reabilitasiya mərkəzi elə bil ki, müalicə mərkəzi də düzdür. Orada psixoloq, logoped, nevropatoloq uşaqların əqli qüsuruna məşğul olurlar. Yəni cəmiyyətə tipik uşaqlarla birgə təhsil almaq üçün onları elə bil ki, cəmiyyətə uyğunlaşdırırlar, adaptasiya edirlər. Bəs yaxşı. Düzdür müəllimə, əla. Məsələn, adətən reabilitasiya xidməti dedikdə, tutaq ki, autizmli bir uşaq. Yəni, onun cəmiyyətə uyğunlaşması, müstəqil yaşam bacarıqları qazanması, məsələn, mövcud o potensialını maksimum dərəcədə üzə çıxartması üçün göstərilən peşəkar dəstək sistemidir. Məsələn, bu uşaq nəyi bacarırsa onu üzə çıxardım. Yaşam bacarıqlarını onda qazandırım. Qoy bir fərd cəmiyyətə uyğunlaşsın. Yəni, bir növü autizmdə bilirsiniz də, yəni müalicədir, dərmanda elə də effektiv nəticə göstərmir. Ona görə də, məsələn, reabilitasiya ən effektiv müalicə üsuludur. Bir növü sosial-emosional inkişafa yönəlir. Məsələn, deyə bilərəm sizə buradan, bunu adətən mütəxəssislər həyata keçirir. Deyə bilərəm sizə, məsələn, uşaqlara müsbət davranışları öyrədilmək olur burada. Mənfi və eyni zamanda uşağın özünə zərər verici hərəkətləri azaltmaq üçün müəyyən metodlar, prosedurlar danışılır, tətbiq edilir, öyrədilir. Eyni zamanda logoped xidməti olur burada, psixoloji dəstək olur burada, hansı ki, uşağın qorxusu, aqressiyası ilə mübarizə aparmaq üçün həm də uşaqla, həm də valideynlə işlər aparılır. Logoped xidməti olur. Məsələn, uşağın söz ehtiyatı artırılır autizmdə. Məsələn, nitq qüsurları aradan qaldırılır. Qarşılıqlı ünsiyyət qurmağın yolları öyrədilir. Sonra deyə bilərəm sizə, məsələn, bir də var, ergoterapiya olmalıdır. Bəli, ergoterapiya var idi. Yəni, bu reabilitasiyanın daxilində. Bu nə deməkdir? Bunlar hamısı əlavə informasiyalardır. Yəni, nəzərinizdə qalsın. Bunları belə bir geçimdə ataram sizə, baxarsınız. Yazıb göndərəcəm. Məsələn, ergoterapiya nədir? Uşağın gündəlik məşğuliyyəti. Yəni, bu uşaqla ancaq söhbət elədim, danışdım, bundan kifayətlənmək olmaz. Tutaq ki, uşağın özünün yemək yeməsi üçün çalışmaq, geyinməsi üçün, məsələn, hansısa bir məşğuliyyətlə, fəaliyyətlə məşğul olması üçün kiçik motorikanı, yəni incə motorika dediyimiz o barmaq əzəllərini möhkəmləndirirlər. Məşğuliyyət terapiyasıdır da bir növü. Adətən görürsünüz, uşaqlar nə iləsə məşğul olanda sakitləşdirirlər, hər tərəfli. Yəni, bir də var, məsələn, sensor inteqrasiya nədir? Tutaq ki, uşağın səsədi, işıqadı, toxunuşa qarşı olan həssaslığını normallaşdırmaq üçün xüsusi avadanlıqlarla keçirilən dərslərdir. Yəni, bu uşağın işığa reaksiyası nədir? Necə toxunur? Toxunanda nə hiss edir? Həssaslığı necədir? Sosial adaptasiyanı eyni zamanda reabilitasiya inkişaf etdirir. Nədir bu? Məsələn, qrup məşğələləri vasitəsilə uşağın həmyaşıdları ilə oynaması, məsələn, növbə gözləmə bacarıqları, paylaşmaq bacarıqları, bunların hər birinin qaydasını uşağa öyrədir, qrup qaydalarını öyrədir. Sosial adaptasiyada onun daxilində keçirilir. Dediyimiz kimi, ilk 3 ilində üzə çıxır. Ümumiyyətlə, müəllimə, üzr istəyirəm, bu elə bir dənə mən təlimdə olmuşdum, inklüziv təhsillə var. Orada demişlər bizə ki, ümumiyyətlə, reabilitasiya mərkəzi istəyir fiziki, istəyir nitqi danışırıb, hərbi yoxda əlilliyi olmaq ki, yenidən normal həyata qayıtmaq üçün elə bir ki, uşaqların müəssisədir, xüsusi müəssisədir bura. Uşaqların yenidən həyata qayıtması üzrə kömək edən müəssisədir da elə bir bura.
müəssisə kimi, prosta reabilitasiya deyilir də, elə bir xəstəxana yox. Bu müalicə mərkəzi kimi də, məsələn, uşağın fiziki, nitqi, psixi yox, 50 olmaq üçün bərpa mərkəzidir. Eyni, düzdür. Müəllimin Yəni bu mərkəzdə ancaq hər tərəfli inkişafını təmin edirlər. Yəni iynə ilə, dərmanla yox. Uşaqla həqiqətən də məşğul olurlar. Uşağı düzgün yönəldirlər. Bu artıq nə olur? İdmanla da məşğul olurlar. Ayda müəllimə, mənim 2 valideynim var, üzgüçülüyə aparır uşağını, sonra Ay, müxtəlif sağ ol. idmanlara aparır. Yəni fikirləşirsən ki, bunun əqli zəifdir də, amma baxırsan ki, onunla da yəni uşağı inkişaf elətdirmək istəyir. Uşaq üzür sərbəst, uşaq müxtəlif idman hərəkətləri, alətləri edir. Özdə müəllimə ucuz deyil ha, yəni bahalı prosedurlardır hamısı. Bir valideynim var, ayda 1000 manat ödəyir ki, Allah uzaq eləsin. Nədir, uşaq gələcəkdə özünü idarə eləyə bilsin, bu həyatda olmayanda. Həyatda olmayanda özünü idarə eləyə bilsin. Allah heç kimə göstərməsin, həqiqətən böyük, yəni dərddir də elə uşaqların olması. Allah kömək olsun hamısına. Eynən. Yəni Allah heç kimə o dərdi göstərməsin, həqiqətən də yəni övlad dərdi çox çətindir. Allah heç kimə övladı ilə sınamasın. Ümumiyyətlə heç kimə möhtac qoymasın bu dünyada. Yəni normalda yəni bir günlük, 2 günlük kiməsə ehtiyacı olanda belə insan özünü pis hiss edir, qalsın ki daimi. Yəni çox çətindir həqiqətən də. Yəni düz deyək, Allah heç kimə göstərməsin. Çətindir. Yəni ona görə də reabilitasiya xidməti bir növ psixolojidir. Necə psixolojidir? Heç nə yox. Yenə də deyirəm, normalsınız, sağlamsınız. Bu gün sizin kimsə əhvalınızı korlasa, sizin bütün işiniz tərs gedəcək. Məsələn, belə deyim də, kimsə sizi acılasa, qanınızı qaraltsa evdən, gələcəksiniz, işdə siz də kimsə acılayacaqsınız. Siz də kiməsə qarşı kobud davranacaqsınız. Kimdənsə acıq çıxmalı. Yəni bir növ psixoloji dəstəyin çox önəmi var. Amma siz evdən əhval-ruhiyyəli çıxsaz, işdə də gedib gülüş saçacaqsınız ətrafa. Həqiqətən deyilədir. Yəni adi necə deyim, heç nə yox. Normalda bir düşünək, tutaq ki, Allah uzaq eləsin. Həmişə bu söz deyirəm ki, yəni Allah belə deyim də İndi sözdə amma Allah uzaq eləsin. Məsələn, heç nə yox. Gedirsiniz xəstəxanaya, bir probleminiz var, ümumi də müəllimlərə deyirəm ki, heç sağlamsınız. O qədər olub ki, görürsünüz xəstəxanada adi tutaq ki, kiminsə analizinə, sizin analizin səhv düşə bilərdi. O qədər olub ki, elə şeylər eşitmişəm. Görürsünüz ki, səhv düşüb. Halbuki sizdə xəstəlik olmadığı halda sizdə ciddi bir xəstəlik aşkarlayırlar. Amma siz sağlamsınızsa, elə belə müayinəyə getmişsiniz. Heç bir narahatçılığınız olmadığı halda sizin bütün əsəb sisteminiz korlanır, sizin bədəniniz çökür. Zaman getdikcə artıq necə deyərlər, yəni təmiz çöküş bir vəziyyətinə gəlib çıxırsınız da. Bu artıq nədir? Sizi heç nə yox. Sizə nə bir iynə vuruldu, nə bir dərman vuruldu, nə bir müalicə tətbiq edildi. Sadəcə deyildi ki, sən xəstəsən. Həqiqətən də o beyin o xəstəliyi axırda tapıb çıxardır. Olmayan yerdən də tapıb çıxardır. Amma xəstə olmayan bir insana getdinə ki, sən sağlamsan, sən sağalırsan, inanın o insan sağalacaq. Həqiqətən deyilədir. İnsanı çöktürən onun əsəbidir, onun psixoloji vəziyyətidir. Yəni adi görürsüz, bu həyatda nə olur olsun birinci beyinlə bağlı olur da. Yəni beynin keçirdiyi hisslə, adi heç nə yox. Qorxudan məsələn tanışımızda deyəndə uzaqdan bir tanışımız var ki, uşağı gecə ilə çevrildi. Yəni gecə qorxdu, səsdən qorxub, sabaha artıq o uşaq tamamilə dəyişilib. Yəni çox pis bir vəziyyətə düşüb. Yəni heç sağlam bir uşaq sadəcə gecə bir səs-küy ilə, gecə bir qorxu ilə, psixoloji bir vəziyyətlə o uşaq hal-hazırda ağlını itirib. Yəni çox pis vəziyyətdədir. Yəni deməyim odur ki, hər şey psixolojidir bu həyatda, hər şey. Psixoloji dəstək, əhval-ruhiyyə, bu dəqiqə inanın motivasiyanızı bir insan elə korlaya bilər ki, yəni təmiz həyatdan soyuyarsınız. Amma çətin bir vəziyyətinizdə kimsə gəlib sizə motivasiya versə, olan şeydir, güya kim bacarır ki, bunu, hər şey yaxşı olacaq. Motivasiya versə, heç nəyin əlində olmasa da, çətin vəziyyətdə də olsan, o motivasiya səni ayağa qaldırır. Yəni burada da inklüziv təhsildə də məhz onu göstərirlər ki, nə olur olsun deyir, uşağa dəstək ol psixoloji. Uşağın yanında ol, uşağa bacarıq öyrət. O uşağın gələcəkdə deyir, məşğulluq kimi bir problemi qalmasın. O uşaq gələcəkdə hansısa bir işlə təmin olunsun. Bu dəqiqə görürsünüz də, müəyyən müəssisələrdə inklüziv uşaqların öz bacarıqlarına görə işlə təmin olunurlar o uşaqlar. Belə. Yəni bir növ reabilitasiya budur. Təşəkkür edirəm. Sonra səsi açsın, zəhmət olmasa. Güldanə Musayi, yox, Billur müəllimədə qaldıq. Sonra hansısa müəllimə demişdim, o müəllimə sonra da Güldanə müəllimə açacaq. Billur müəllimə, deyin siz mənə. Deyin. Məsələn, tibbi ilə sosial modeli fərqləndirin bir-birlərindən nümunə gətirin.
Tibbi sosial model müəllimə, tibbi uşaqlarda qüsurlu olması, diaqnoz olması, bir də müəllimə damağa vurma, sosial mediada müəllimə uşaqlarda nətər deyim sizə, uşağın dəyərli olması, qəbul edilməsi, ünsiyyət saxlamaq. Belə deyim müəllimə sizə. Bir də müəllimə. Müəllimə, uşaq tibbi modellə sağlamlıq imkanları məhdud uşaqlar, sosial mediada sağlam uşaqlarda. Belə deyim sizə. Müəllimə, məhəllələrini deyim bunların müəllimə. Bir də deyin siz mənə. İnkluziya haqqında məlumat verirəm müəllimə. Autizm var, onu öyrəndim. Autizmi də öyrənmişəm müəllimə. Məsələn, siz deyin. BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi neçənci ildə imzalanıb? Müəllimə, onu oxumamışam müəllimə. Və oxumalısınız, o mütləqdir, o imtahana düşür, birbaşa düşür. Ümumiyyətlə, burada nə yazılıbsa imtahana düşür, mütləq. Xəstəlikləri oxudum müəllimə, sonra 200 yer oxumuşam müəllimə. Məhəllələrini oxumuşam. Xırda məqamlar yox. Hamısını çalışın oxuyun, yəni yerdə heç nə qalmasın. Bir də deyin mənə, tutaq ki, var, deyirəm ki, əlilliyi olan uşaqlarda iki yanaşma var da. Hansılar da olar? Biri tibbi modeldir, biri sosial. Bu ikisini aid nümunə gətirin mənə. Ki, bax, müəllimə, bu tibbidir, bu sosialdır. Mən bilim ki, siz onu testdə fərqləndirə biləcəksiniz. Yaxşı müəllimə. Müəllimə, tibbi model, uşaqda xəstəlik görsəm, bu tibbi modeldir. Amma xəstə olmasa sosial modeldir. Məsələn, uşağın damağı yara olsa, belə deyim də müəllimə, qüsurlu görsəm uşaq xəstədir. Amma sosial model, uşaq dəyərli hiss edir özünü, xəstə deyil. Yəni, bir növü tibbi yanaşma dedikdə uşaqlar daima gözdən kənarda qalırlar, lazımsız kimi görülürlər, cəmiyyətdən diskriminasiya olunurlar. Amma sosial model odur ki, o uşaqları bacarıqlarına görə işə yönəldirsən, o uşaqlara psixoloji, sosial dəstək olursan, o uşaqları dəyərli görürsən, o uşaqlarla xüsusi məşğul olursan, bu artıq sosial modeldir. Müsbət sosialdır, mənfi tibbidir. Belə yadınızda saxlayın. Növlərini deyim, müəllimə, məhəllələrini də bilirəm hamısını. Aha. Deyim hamısını. Müəllimə, inkluziya, növləri müəllimə, tam daxil olma, hissəvi daxil olma, nöqtəvi daxil olma müəllimə. Nöqtəvi daxil olmada uşaqların hamısı bayram tədbirlərində, oyunlarda, gəzintidə iştirak edir. Hissəvi daxil olmada təhsil sənətdə, musiqidə, bir də müəllimə fizik mədəniyyətlə məşğul olurlar. Tam daxil olmada müəllimə bütün məşğələlərdə bir yerdə olurlar. Bir də müəllimə seqrasiya, bu da məhəllələrdir müəllimə, 4 dənədir. Məhəllə seqrasiyada uşaqlar evdən təhsilə cəlb olunurlar, ümumidə xüsusi məktəblərdə təhsilə cəlb olunurlar, diskriminasiya təsirdən kənarda qalır uşaqlar, inteqrasiyada müəllimə ayrı-ayrı siniflərdə təhsil alırlar, bir də proqramlar da ayrı olur. Amma inklüziyada uşaqlar bir yerdə təhsil alırlar. Düzdür. Bir də deyin görüm siz mənə. Müəllim, onda imitasiyasiya var müəllim, odur müəllimə. Yaxşı. Məsələn, deyirəm ki, uşaqda müxtəliflik alqışlanır, qəbul edilir. Tibbi modeldir, yoxsa sosial? Uşaqda alqışlıq olur müəllimə, müəllim sosial modeldir. Yox, uşaqda alqışlıq olmur, müəllimə. Baxın, müxtəliflik deyirəm, alqışlanır. Yəni, müxtəlifliyi qəbul edirəmsə, sosial yanaşmadır, yoxsa tibbi? Müəllimə, sosial modeldir. Sosial. Düzdür. Bir də vurğulayın, bir sinifdə neçə faiz uşaq inklüziv təhsil uşağı mən qəbul edə bilərəm? 5-10% müəllimə. Düzdür. Təşəkkür edirəm. Sağ olun. Xatirə müəllimə açsın səsi. Sonra da Güldanə müəllimə. Bəli, müəllimə, axşamınız xeyir. Çox var müəllimə. Axşamınız xeyir. Yox, Dürdanə müəllimə, 3 nəfərdən sonra da sizsiz. Xatirə müəllimə, səsim gəlir? Bəli, buyurun müəllimə. Dərs bitəndən sonra test işləyəcək. Yəni, qrupda qalın, hər kəs test işləyəcək. Deyin mənə görüm siz. Məsələn, sizə verim hansı sualı, siz mənə məlumat verin mənə. BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi neçənci ildə qəbul olunub? İnsan hüquqları 1948. Bəli. Uşaq hüquqları 1989. Bəli. Əlillərin hüquqları haqqında konvensiya isə 2006. Əla. Bir də vurğulayın siz, deyirəm sizə, inklüziv təhsilin hansı prinsipləri var idi?
O 8 dənə prinsiplərdə Məlmə. İnsanın dəyəri və onun qabiliyyəti və nailiyyətlərdən asılı deyildir. Hər bir kəs hiss etmək və düşünmək qabiliyyətinə malikdir. Bütün insanlar bir-birinə lazımdır. Həqiqi təhsil yalnız real münasibətlərin kontekstində mövcud ola bilər. Daha sonra, hər kəs ünsiyyət hüququna malikdir. Bütün insanlar öz həmyaşıdlarına dəstək və dostluq lazımdır. İnsanların müxtəlifliyi həyatın bütün sahələrində inkişaf etdirir. Bütün şagirdlərin inkişafı onların bilik və bacarıqlarına asılıdır. Yəni 8 dənə prinsip var inklüziv təhsilin. Səsim bağlıymış, mən də danışıram. Müəllimə, sualım oydu ki, məsələn, deyirik, insanın dəyəri onun qabiliyyət və nailiyyətlərindən asılı deyildir. Nə deməkdir bu? Yəni Məlmə, hər bir insan yəni bir-birinə lazımdır. Onların dəyəri qabiliyyətindən ölçülmür, ya da nailiyyətlərindən ölçülmür. Sonra? Yəni bir insana verdiyin dəyər onun qabiliyyəti ilə, nailiyyəti ilə düzdür də ölçülür. Bəli. Yaxşı. Bəs var orada hər kəs hiss etmək, düşünmək qabiliyyətinə malikdir. Hər kəsin ünsiyyət hüququ var. Birbaşa olaraq burada nə deyir? Deyir ki, hər bir insanın hiss etmək, düşünmək qabiliyyətinə malikdir. Hər kəs deyir, ünsiyyət hüququna malikdir. Yəni o dinlənilməlidir. Bəli, dinlənilməlidir. Və eyni zamanda var orada həqiqi təhsil deyil, yalnız real münasibətlər kontekstində mövcud ola bilər. Əsl təhsil deyil, real münasibətlər, hər şey real olsa deyil, mövcud ola bilər. Həqiqi təhsil. Təhsil sadəcə nəyisə öyrətmək deyil ki, təhsil mənəvi, hissiyyat, bir şəxsiyyət yönümlü bir uşağı yetişdirmək üçün olan təhsildir. Bu da real münasibətlər olan zaman ola bilər. Real münasibətlər varsa, həqiqi təhsil var deməkdir. Və nə deyir? Bütün insanların öz həmyaşıdlarına dəstək və dostluq lazımdır. Bəli, var. Bütün şagirdlərin inkişafı onun bilik və bacarığından asılıdır. Düzdür, inkişaf artıq bilik və bacarıqdan asılıdır. Amma dəyər qabiliyyətdən, bilikdən, bacarıqdan asılı deyil. Bir insana dəyər verirsənsə, onun biliyinə, bacarığına, qabiliyyətinə görə dəyər vermirsən. Amma dediyim kimi, uşaqların inkişafı onun bilik və bacarığından asılıdır. İnsanların müxtəlifliyi həyatın bütün sahələrini inkişaf etdirir. İnklüziv təhsil məktəbə qədər orta, peşə və ali təhsil mərhələlərini ehtiva edir. Düzdür. Yəni, inklüziv təhsil ümumi ayrı bir cümlədir. Bunun prinsip aidiyyatı yoxdur. Baxın, inklüziv təhsil həm məktəbə qədər, həm orta təhsil, həm peşə, həm ali təhsil. Bütün mərhələlərdə inklüziv təhsil var. Və inklüziv təhsilin prinsiplərindən biri qalmışdı. Bayaq dediyim prinsip deyildi. Baxın, insanların dil müxtəlifliyi həyatın bütün sahələrini inkişaf etdirir. Düzdür. Yəni, hər bir insan müxtəlifdir də. Necə ki, necə deyim sizə? İndi ona aid bir nümunə gətirə bilmədim situasiya. Yəni, hər bir müxtəlif insanla mən həyatın bütün nöqteyi nəzərini, həyatın bütün sahələrini mən öyrənmiş oluram. Daha çox dünya görüşə sahib olmuş oluram. Hər kəsin, yəni, dünyası bir fərqlidir, müxtəlifliyi var, yəni, necə deyim sizə? Müxtəliflik bir növ, yəni qəbullanmalı bir... Hər bir adam istər öz əqlinə görə, istər əməlinə görə... Bəli, fərqlidir. Müxtəlifliyidir bu. Bəli. Düzdür. Təşəkkürlər. Təşəkkür edirəm Xatirə mənə. Səs açsın. Güldanə müəllimə. Bəli, mənim axşamınız xeyirdir. Axşamınız xeyir olsun. Güldanə müəllimə, siz mənə deyəcəksiniz, məsələn, məktəbə qədər təhsildə, ümumiyyətlə, inklüziv təhsilin tərifini deyin və neçə faiz olur, onu deyin. Deməli, inklüziv təhsil sağlamlığından, potensial imkanından, maddi təminatdan asılı olmayaraq, bütün uşaqların bircə təhsil almasıdır. Deməli, inklüziv təhsildə təxminən 5-10% olur. Bu da 2-3 uşaq bir qrupda olmalıdır.
2-3 uşaq olur, düzdür. Yəni bir qrupdan 2-3 5-10%. Hə. Bir də deyin görün mənə, hansı növləri var inklüziv təhsilin? Yəni növləri dedikdə daha doğrusu vardı əqli gerilik, vardı orada imbesillik, sonra idiotiya. Hamısını Yox, deyin. onlar o PDF məndə atmışsınız. İndi qızlar müəllimələr deyəndə baxdı, mən köhnə PDF oxumuşam. Amma belə Onu autizmlə- öyrənməmişsiniz elə, müəllimə Yox, mütləq gələnə autizm- verirəm. Autizmli, məsələn, Down onları bilirəm. Onları deyin, bəli. Down sindromlu uşaqlar təxminən belə bilirəm ki, o uşaqların gözləri balaca olur, uzun sov olur. Onlar ağızlarını çox vaxt tam bağlaya bilmirlər, yarımçıq qalır, dişləri əyri olur. Sonra onlarda məsəl üçün Down sindromlu uşaqlarda onlar yediklərinin miqdarını bilmirlər. Sonra onlarda ayaq yolu hissiyatı çox çətin olur. Yəni canlı görmüşəm, ona görə deyirəm. Autizm sindromlu uşaqlarda ən birinci şəhadət barmağını onlar istifadə etmirlər, göz kontaktı olmur, səbəbsiz ağlayırlar, səbəbsiz gülürlər, yerlərində fırlanırlar. Sonra bunlarda tərs otururlar, tək oturmaq istəyirlər, sosiallaşa bilmirlər. Sonra onlar ikinci şəxs kimi, məsələn, öz adını deyək ki, məsələn, Narin su istəyir, heç vaxt demir mənə su verir. 99%, yəni bizim qrupda dəhşət çox olubdur, yəni bütün hamilə ki, bir dəfəyə 9 uşağım o autizm, yəni ona görə bunların hər cürü olubdur. Onlar sərin yer istəyirlər. Məsələn, bayaq bir müəllimə dedi ki, uşaq yerə uzanır, o 100% autizmdir. Çünki onlar xalçaya uzanandan sonra mən görmüşəm, əlini pola vurur, belə vurur, yoxlayır. Sürünə hamama gedib, çatıb oradan başını metlağa qoyub sifətinə. Orada sakitlik tapırlar, səbəbsiz ağlayırlar. Bax, vura-vura gedib hamamda əlini vurub metlağa görüb sərindir. Ekiz bacılar idi. Ən ağır 4-cü dərəcə autizm idi. Onlar sərin yer istəyirlər. Onları bəzən tərbiyəçilər də yönləndirir ki, aparın logopedə, psixoloqa. Onların ən birinci onlar nevropatoloqla müalicə olunmalıdır. Çünki onlara logoped ən axırda, yəni uşağın nitqinə kömək eləyər. Onlar məsələn başlarını vururlar yerə, heç ağırdığını hiss eləmirlər. Yəni ağır dərəcədə olanlar. Amma məsələn, nəyə görə də məsələn, bayaqlarım orada inklüziv təhsildə 3 mərhələdə deyirik. Biz hissəvi, nöqtəvi, bir də tam daxil olmaq. O adaptasiyaya görə olur. Məsələn, mən özüm canlı izləyirəm ki, o uşaqlar zehni tələb olan məşğələlərdə onlar yorulurlar. Onlar birbaşa onu onlara keçəndə onlar heç ümumiyyətlə qulaq da asmırlar. Nə olsun ki, onlar savadlıdırlar, hərfi tanıyır, 3 yaşı var. O demək deyil. Onlar elə bil ki, yorulurlar. Ona görə o hissəvi, nöqtəvi, ona görə nöqtəvidə məsələn gəzintidə, oyunda, hissəvidə amma zehni tələb olan məşğələr, musiqidir, fiziki mədəniyyət, rəsmdir. Burada uşaq ancaq əyləncəli olduğuna görə bu hissəvidə olur. Sonra onlar adaptasiya olunduğundan sonra tam hissədə elə bil ki, uşaqlar iştirak edirlər. Məsələn, kim ki deyir ki, autizm uşaqlar sağalır, 99%, mən də 12 ildir bağçada işləyirəm, ondan da qabaq tanıyıram, onlar tam sağalmırlar, düzdür, özlərini idarə eləyirlər, yüngül formada olanda nisbətən düzəlirlər. Hətta 11 yaşında uşaq tanıyıram ki, autizmdir, danışır, amma yenə də hələ tualet hissiyatı onu düzəlməyibdir, ancaq pampers taxırlar, gedib ortanda ağlayır. Qrupumda uşaq olub, məsəl üçün, səhər gəlib, axşam gedib, heç vaxt ayaq yoluna getmirdi. Ancaq gedirdi, kravatda otururdu, ağlayırdı. Anasının zəng onda deyirdi, narahat olmayın. Ananı görəndə qaçırdı. Bilirdi ki, o uşağın ayaq yolusu var. Ona görə də bu uşaqlar üçün deyirlər ki, 5-10% bir qrupda, yəni 2-3 uşaq olmağı məsləhətdir. Amma təbii ki, biz onlara heç bir rəayət olunmur, istəyir təhsildə, istəyir özümüzdə. Elə onlaynla olur, gəlir. Bu dəqiqə mənim qrupumda 3-4 uşaq var hələ ki. Yəni 3-4 uşaqda qrup üçün çox çətindir idarə eləmək. Həm uşaqların elə tipik uşaqlara çox təsir edir, tərbiyəçi müəllimə də təsir edir, çünki məşğələni pozurlar. Hamısı eyni diaqnozda olmurlar. Eləsi var danışa bilmir, eləsi var özünü idarə eləyə bilmir, eləsi var qışqırır. O da bizim şəxsən tərbiyəçilərin də psixologiyasına təsir edir, yəni məşğələni bölür. Deyirlər ki, müəllimələr, yəni bu uşaqlarla İndi tibbi model, sosial modeldə mən oxuyuram, fikirləşirəm ki, əgər biz tibbi modeldə uşağa deyirik, damğa vurmuruq da, uşaqların kör belə demək olmaz. Yəni onların qüsurlu olması, diaqnoz qoyulmamalıdır. Amma o bizdən asılı olmayan bir şeydir. Yəni uşaq
O qədər məsəl üçün məşğələnin elə bir yerində uşaqlar öyrənmək istəyir, nəsə rəngləmək istəyir, gəlir o başı qışqırmağa, vurur stolu, atır o tərəfə. Eləsi də var ki, məsəl üçün götürür stolun üstündən kağızları belə cırır, vurur qapını bağlayırsan, deyir bağlamaq olmaz, televizor paslayan yanmalıdır. Onlar bu filmləri çox istəyirlər də baxmağa. Qışqırır, bilirsən ki, onu istəyir. Ya məcbur biz onu eləməliyik, ya da qrupda sakitlik yaratmaq üçün məcbur eləməlisən. Ya da ki, dayıya versin ki, çıxart çölə. Onu da valideyn qarşılam, qəbul eləmir. Videonu çəkirik məşğələdən, biz atırıq qrupa ki, bugün mən keçmişəm, tutalım qış haqqında məşğələ. Tez valideyn reaksiya və mənim uşağım orada nə iştirak eləmir? Mən ona başa sala bilmərəm ki, uşağınız məşğələmi bölür, ona görə mən sizin dayıya vermişim, 5 dəqiqə çöldə saxlayıb. Gəlib baxdanı mənim başıma çurdar. Ona görə məcbur, bizə deyirik ki, 5-10% olmalıdır, amma 5-10% olmur. Bu çox, yəni olur. Bu da ki, ən çox Onların hamısı sistemdən irəli gəlir də, bəzən yəni xəstəxanadan sağlam kağız alıb yerləşdirirlər. Ona görə pul verirlər, alırlar. O yəni ki, o sağlamlıq hamımız bilirik ki, hər şey bu dəqiqə pul üstünə qoyur, 20 manat verir, sağlamlığı alır gəlir. Autizm uşaqların da xəstəliyini bilmir ki, gedirlər, baxır, həkim orada baxır, görür uşaqdır, valideyndir. Dərinə də getmir. Yəni olub bizdə komissiyada təşkil olunmağa tələb gələndə müdürə demişik ki, qəbul eləyə bilmirsən də. Məsələn, məndə bir dənə uşaq var, Səid adında, autizm uşaq deyil, nə də hiperaktiv uşaq deyil. Məşğələ keçən vaxt başlayır, maşın istəyirəm. O qədər deyir ki, istər-istəməz mən ona məcbur tibbi modeldən istifadə eləməliyəm ki, bəsdir də, xəstə başım getdi. Yəni o müəllimin özündən asılı deyil, hansı ki müəllimə deyik, mən belə davranıram. Səni elə vəziyyətdən çıxardır ki, məşğələni uşaq məsələn, tipik uşaqlar öyrənmək istəyir də, məşğələ keçir. O gəlib maşın istəyəndə bu uşaqların da fikri maşına gedir. Məşğələni bölürlər. O da uşaqdır da, o yaşda. Ona görə də, yəni... Ona görə də, yəni demək istəyirəm ki, bu onlaynla gələn uşaqlar, şəxsən biz tərbiyəçilərə çox mənfi təsir göstərir. Bilmirsən nə formada uşaq gəlir, yəni belə qabaq bilirdik ki... Çünki onlar heç bir diaqnozu qoyulmur da, yəni dediyim kimi ailələr aparmır müayinəyə, sağlam qeydiyyatdan keçirirlər. Mən valideyn də qınamıram, indiki zamanədə bir evdə 2 valideyn, biri 5 manat, mənim kimi tərbiyəçi maaş alır, biri də tutalım, nə bilim bir adi fəhlə işləyir. Autizmli uşaqların bir dənə dərs, psixoloqun dərsi 55 manatdır. Bir dəfə getmir, həm də o kifayət etmir. Gələk həftədə 2 dəfə aparsın. Bu da ayda 4 həftə gəlir, 400 manat bu adam nə yeməlidir, nə kommunalını verməlidir, yoxsa uşaqla məşğul olmalıdır. Əlbəttə ki, çətindir, yox, çox çətindir. Çətin, indi də ki, çoxdur. Yəni xəstə uşaqlar həddən artıq çoxdur. Ona görə də günü-gündən də artır. Bəs müəllimə, siz mənə vurğulayın, idiotiya nədir? Bilirik, əqli geriliyin, yəni oligofreniyanın 3 səviyyəsi var. Idiotiya, imbesillik, debillik, bu üçünü bir-birindən fərqləndirir. Onları oxumamışam, müəllimə, onları mən dedim. Onda bir də siz mənə nöqtəvi hissəvini deyin, nöqtəvi hissəvi tam daxil olmanı qısa deyin, zəhmət olmasa. Nöqtəvi deməli, gəzintidə, oyunda iştirak edir uşaqlar, hissəvidə zehni tələb olmayan məşğələlərdə, məsələn, musiqi, fiziki mədəniyyət, bir də fiziki mədəniyyət, musiqi, bir də təhsil fəaliyyətdə iştirak edirlər. Tam daxil olmada bütün məşğələlərdə iştirak edirlər. Təşəkkür edirəm müəllimə. Gözəl. Bu adaptasiya xarakteri daşıyır. Bəli, adaptasiya. Düzdür. Dürdanə Qurbanova. Axşamınız xeyir müəllimə, yenə. Axşamınız xeyir olsun. Dürdanə müəllimə, siz mənə vurğulayın. Dediyimiz kimi əqli geriliyin, hansı ki idiotiya, imbesillik, debillik, bunları bir-birindən fərqləndirir. Başa düşdüm müəllimə. İdiotiya oligofreniyanın ən ağır formasıdır. Ən ağırı odur. Bəli, ən ağır formasıdır. Yəni, səviyyə inkişafı etdirir, elə bir qavrayışı, funksiyası inkişafdan qalır da, inkişafdan geri qalır. Beləliklə, bu xəstəliyi keçirirlər uşaqlar. Təfəkkürü daha məhdud olur, nitqi, ondan sonra nitqi aydın deyə bilmir, nitqini aydın ifadə edə bilmir. Sözlərdən ibarət, məsəl üçün, mimika ilə, məsəl üçün, jestlərlə çatdırır da uşaq. İdiotiya səviyyəsi əqli inkişafı çox zəif olur da müəllimə. Elə bir əqli inkişafı çox zəif olduğundan inkluziv
təhsilə yalnız imbesliklə depslik səviyyəsində olan uşaqlar qoşula bilərlər. Yəni alqofreniyanın elə bir o idiotiya ən ağır formasıdır. Ona görə o qoşula bilməz də inklüziv təhsilə. İmbeslik isə müəllimə, yəni imbeslik alqofreniyanın ağırlaşmış forması olmadığından bu səviyyədə uşaqlar məsəl üçün bəzi fiziki əməyə, elementlər formasına, yiyələnməyə qadirdirlər də. Onlar yəni sadə kardon işlərindən, kəsmə, yapışdırma, müxtəlif məişət məhsullarından üçün sadə detallardan rəngli və ölçüsünə görə, formasına görə imbeslik əməyi sadə növüdür də. Sadə növünü öyrətmək olur uşaqlara. Belə mümkün olur da. Özünə xidmət elementləri, vərdişləri vardır. Özünü elə bir qiymətləndirmə, incidikdə deyir bu uşaqlar. İmbesilik yəni incidikdə, həyəcan keçirmə, onları ələ saldıqda mənfi emosiya halları keçirir, müşahidə olunur da bunlarda. İmbesilik səviyyəsində uşaqlar bəzən yəni oxumağı öyrətmək mümkündür yəni. Bir də açqın düşdü, hə. Debilik yəni müəllimə diqqəti cəlb edir. Məsələn, qavrayış zamanı ən çox analiz sintez səviyyəsi aşağı olur da müəllim. Bu uşaqların sintez analiz eləməkdə yəni çox aşağı olur da səviyyələri. Uşaqlar xüsusi proqramla məktəblərdə oxuyurlar. Yazır məsələn, yazmaq, saymaq kimi vərdişləri, qavrayışları ümumiyyətlə müəyyən sənətə sahib ola bilirlər belə uşaqlar. Bəs müəllimə, Qeyd qeyd eləyin siz mənə, qeyd eləyin. Dediyimiz kimi, idiotiya ən ağırıdır. Bəli. İmbesillik nədir? İmbesilik müəllim, ona baxanda yüngüldür də müəllimə. Biraz. Debilik isə eyni zamanda ən belə deyim də ağır, orta, yüngül. Debillik yüngül, yəni adətən gec reaksiya verən, yaddaşı zəif olan uşaqlar. Sonra bir də vurğulayın mənə. Siz deyin. Autizmi də dedik. Məsələn, hiperaktivlik və diqqət əksikliyi nədir bəs? Diqqət əksikliyi müəllimə. Down sindromu deyil müəllimə. Yox, hiperaktivliyi deyil, onun yadınızdadırsa. Hiperaktivlik. Onda deyil, yaxşı, autizmlə, amma dərs dinləyərsiniz. Autizmlə Down sindromu. Down sindromunda müəllimə üzü yastılaşmış formada olur. Bir qədər üzü elə üzərə çıxır da sifəti. Gözləri uzunsov və kiçik. Göz yarığı elə bir çək olur da. Göz bucaqları dəri büküşlü olur. Ağız yarım açıq, dilləri böyük olur. Belə uşaqların əzəlləri və oynaqları zəif inkişaf edir də. Dişlərinə gəldikdə Down sindromunda olan doğulan uşaqlar dişləri əyri olur və normal elə bir dişləri ardıcıl çıxmır da. Onların ağızları, ağız boşluqları normadan elə bir nisbətən kiçik olurlar, ağızları kiçik olur, dilləri böyük olur. Bunların belə sindromda doğulan uşaqların ovuçları elə bir enli olur, barmaqları qısa olur. Sərçəli barmaqları biraz da içəriyə doğru, məsəl üçün, büküşük olur da müəllimə. Bir çox uşaqlarda şəhadət barmaqları baş barmaq arasında məsafəsi çox böyük olur. Bir də autizm uşaqları müəllimə. Erkən yaş dövründə başlayır sosial münasibətləri, ünsiyyət stres elə bir sferasının problemləri olması ilə özünü göstərir. Ümumiyyətlə 2 yaşından etibarən özünü göstərir. Göstərməyə başlayır. Autizm özünə qapanmış, real həyatdan uzaqlaşmaq istəyir,
Sosial münasibətin pozulması bu uşaqda baş verir, nitqi və ünsiyyət pozuntusu baş verir, təxəyyül pozuntusu uşaqlarda baş verir. Hiperaktiv də diqqət əksiliyi, diqqəti elə bir, nətər deyim, diqqəti asanlıqla, məsələn, diqqət yayınmağı olur da, bu uşaqlarda diqqəti asanlıqla yayınır. Tez-tez, məsəl üçün, tez-tez başa çatdırmadığı bir işdən başqa işə keçir də müəllimə. Elə bir, yəni, verilmiş tələbləri yerinə yetirməkdə çətinlik çəkir belə uşaqlar. Hiperaktiv də çox danışır. Belə uşaqlar üçün sakit oyun oynamaq çətindir. Stolda, məsəl üçün, tez-tez müəllimə, bu belə bir uşaq bizdə də var müəllimə. Bizdə elə bir dənə inkluziv uşaq var, bir dənə də nevroz uşaq var müəllimə. O qədər əziyyət çəkirik biz o uşaqlara görə. Elə bir tez-tez dönürlər, hərəkət edirlər, bir yerdə durmurlar. Məsəl üçün, fırlanırlar, uşaq bax belə elə bir yerdə bəndə almır da uşaq. Bir də deyin siz mənə, inkluziv təhsilin hansı bir tibbi modeli, sosial modeli nədir? Bunun haqqında. Müəllimə, tibbi modeli var, sosial modeli var, iki növü var. Uşaqların qüsurlu olması, diaqnoz qoyulması, damğa vurulması, pozuntu diqqət mərkəzində olur belə uşaqlarda, tibbi modeldə. Məsəl üçün, nətər deyim, fərdi ehtiyaclarına əhəmiyyət vermirlər, seqrasiya baş elə bir, məsəl üçün, bunların elə bir cəmiyyətdə dəyişməz olaraq qalır da, bu sosial modeldir. Tibbi modeldir, bağışlayır. Sosial model isə müəllimə, hər bir uşağın dəyərli olması, hər bir uşağın, məsəl üçün, elə bir hər bir uşağı olduğu kimi qəbul edirlər də, uşaqların özlərinin ətrafı, məsəl üçün, müəyyənləşdirmək güclü, məsəl üçün, uşaqlarda, nətər deyim, maneələri dəf etməyi, məsələn, dəf edirlər. Məsələn, uşaqlara yararlı kimi baxırlar da sosial modeldə, yəni olduğu kimi qəbul edirlər. Amma tibbi modeldə isə diaqnoz qoyulur, nə bilim, damğa vurulur, pozuntu diqqət mərkəzində olur. Ona görə tibbi model, sosial model. Yəni, tibbi mənfidir, sosial isə müsbət də belə vurğulaya bilərəm. Bir də müəllimə, 4 mərhələsi var inkluzivin, yəni deyə bilərəm. 4 mərhələsi var müəllimə. 4 mərhələdən diskriminasiya, seqrasiya, inteqrasiya, bir də inkluziya. Diskriminasiya ümumiyyətcə uşaqlar təhsildən kənarda qalır. Seqrasiya isə uşaqlar xüsusi məktəblərdə ya evdə təhsil alırlar, inteqrasiya eyni məktəbdə, başqa siniflərdə xüsusi proqram əsasında oxuyurlar. Bu da normallaşdırma mərhələsi adlanır, məsəl üçün. Yəni, uşaq üçün normallaşdır da müəllimə. İnkluziya isə tibbi uşaqlarla eyni sinifdə təhsil alırlar. İnkluziv təhsilin prinsipləri var, 8 prinsipi var müəllimə. İnsanın dəyəri onun qabiliyyət və nailiyyətlərinin asılı deyil. Hər bir kəs hiss etmə və düşünmə qabiliyyətinə malikdir. Hər kəs ünsiyyət hüququna malikdir və o dinlənilməlidir. Bütün insanlar bir-birinə lazımdır. Həqiqi təhsil yalnız real münasibətlərdə ola bilər. Bütün insanlar öz həmyaşıdlarına dəstək və dostluğu lazımdır. Təşəkkür edirəm Dürdanə müəllim. Çox sağ olun müəllim. Sağ olun. Səs açdım. Aylin Ağayeva. Aylin müəllimə. Axşamınız xeyir. Səsiniz zəif gəlir. Müəllimə, siz mənə deyin. Məsələn, var orada qeyd edədiyimiz kimi hiperaktivlik, diqqət əksikliyi. Bunun haqqında nə deyə bilərsiniz? Hiperaktiv uşaq. Ucadan deyin, zəhmət olmasa, səs dəyiş gəlir biraz. Buyurun. Uşaq, məsələn, qaynar uşaq olur, cəld uşaq olur, nadid uşaq olur. Belə uşaqlara hiperaktiv uşaqlar deyirik. Diqqət yayıntılığı da əskikliyi, səbirsiz uşaqlar olurlar, tapşırıqlara dəqiq qulaq asmırlar, deyilənə, məsələn, aramla cavab vermir, öz aləmində olan bir uşaqlardır. Belə başa düşürəm.
Aha. Hiperaktivlik və diqqət eksikliyi uşağın yəni dərsdə diqqəti olmur, uşaq səbirsiz olur, fəaliyyəti tez yerinə yetirir, eyni zamanda artıq hərəkətli olur. Hərəkətli uşaq. Bəli, hərəkətli olur. Sonra, yəni çox danışır bu uşaqlar, eyni zamanda o uşaqlarla sakit oyun oynamaq, məsələn, səbirli oyunlarda onlar iştirak etmirlər. Sakit yox, daha çox enerji çıxaran oyunlardan istifadə edirlər. Məsələn, stulda tez-tez dönürlər, hərlənirlər. Məsələn, diqqət əksikliyi, tutaq ki, bir təlimat verirsiniz, onu yerinə yetirəndə çətinlik çəkirlər, tez başa çatdırmaq istəyirlər. Fikirləri yəni tez asanlıqla yayılır. Bəs müəllimə, nitq və dil məhdudiyyəti nədir? Nitq və dil məhdudiyyəti. Aha. Bu oxunmamışdır. Yaxşı, heç olmaz. Yenə də baxarsınız o PDF-ə. Siz mənə vurğulayın, bir müəllim inklüziv sinifdə nələri bacarmalıdır? Bir müəllim Vadi müəllimin bacarıqlarına aid olanlar onlar deyil. həmin uşaqları cəmiyyətə bərabər hüquqlu uşaqlar kimi təqdim etməlidir. Uşaqlarda özünə inam yaratmalıdır. İnklüziv təhsilli uşaqları dinləməyə, düşünməyə, müşahidə etməyə müşahidə etməlidir və həmin uşaqları diferensial təlim təşkil etməlidir. Daha çox hansı məşğələyə marağı varsa, məsələn, şeir söyləməyə marağı var, ona yönəltməlidir. Rəsm çəkməyə marağı var, hansı məşğələyə daha çox marağı var, ona yönəltməlidir. Həmin uşaqların proqramı hazırlananda ona kömək etməlidir ki, proqramın hazırlanmasında sinif uşaqların portfolyolar hazırlanmalıdır. Psixoloqlarla əməkdaşlıq etməlidir, valideynlərlə əməkdaşlıq etməlidir. Diferensial təlim, diferensial yanaşılmalıdır. Eynən, məktəb vaxtda rəhbərliyi qarşısına hesabat verməlidir. Bir də deyin mənə, tibbi model nədir? Özünü necə fərqləndirir tibbi ilə model bir-birinə? Bəli, tibbi uşaq, bu sinif uşaqlara iki model qoyulur, tibbi model, sosial model. Məsələn, bir uşağımız tutaq ki, bu yenə də deyil, nitqində qüsuru var, müəllimə çağırır ki, gəlindi, sən söylə şeiri, uşaq söyləyə bilməyəndə ona damğa vurur. Ki, hə, sən danışa bilmirsən də, sən keç qırağa, qoy danışa bilən olsun. Bu uşağa damğa vurmaqdır. Sosial modeldə isə daha qəşəng, gözəl danışdın, gələn dəfə biraz da qəşəng danışarsan, çox xoşuma gəldi. Bu uşağı cəmiyyətdən, tip uşaqlardan aralaşdırmır. Sosial onu cəmiyyətə qoşur. Müsbət rəy verir ona. Belə başa düşürəm. Aha. Təşəkkür edirəm mənimlə. Elə bir sual qalmadı. Çox sağ ol. Amma o ikinci PDF-i mütləq öyrənim. Yaxşı, mütləq. Səs açsın, Süsən müəllimə. Bəli, Ayda müəllimə. Süsən müəllimə, siz mənə nitq və hansı ki, hal-hazırda vurğuladım müəlliməyə verdiyim suallardan. Nitq və eyni zamanda neydi onun adı? Dil. İnkişaf ləngiməsi. Yəni dil məhdudiyyətini. Hə, Ayda müəllimə, mən xəstəlikləri dərindən öyrənməmişəm. Mən elə bildim onu ayrı bir dərs kimi keçəcək, amma ümumiyyətlə belə fikrimi deyə bilərəm o şeylər haqqında az çox bildiyimi. Nitq ləngiməsi uşaqların yəni gec dil açmasıdır. Onların yəni nitqləri indi yəni hal-hazırdakı vəziyyətdə də bu şeylərlə çox rastlaşırıq. Uşaqlarda nitq ləngiməsi çoxdur. Yaşına uyğun nitqi olmur bəzi uşaqların. Nitqin geriliyib belə başa düşürəm. Yəni uşaq yaşına uyğun nitqi olmur. Yaşına uyğun söz bazası olmur. Nitq ləngiməsi budur mən başa düşdüyüm qədərilə.
Aha, yaxşı. Amma ümumiyyətlə xəstəliklər haqqında dərsi deyim ki, oxumamışam sözün düzü, amma yəni o növlər haqqında az çox biraz məlumatım var ki, var uşaqlarda bəzi yəni çatışmamazlıqlar olur. Əqli gerilikdir, məsələn, bilirəm ki, uşaq yaşından aşağı zəkada olur. 5 yaşında uşaq, məsələn, 3 yaşında uşağın zəkası qədər olur, zəkası, geriliyi olur. Autizmlərin, məsələn, autizmlərin əlamətlərinin bəzilərini bilirəm ki, autizm uşaqlarda göz kontaktı olmur. Aha, autizmlə Down deyil. Hə, autizmdə göz kontaktı olmur, Adi müəllimə. O uşaqlarda həyati bacarıqlar sıfırdır da. Yəni onları həmin o reabilitasiya mərkəzlərində elə bir ki, formalaşdırırlar. Onlar məntiq olaraq yox, sadəcə vərdiş halına salınır o uşaqlar ki, onlarda məsələn tualet eğitimi keçirilir onlara. Onlara məsələn aclıqlarını vərdiş halında dilə gətirib, məsələn, istəyirlər istədiklərini. Yəni onlarda hissiyyat olmur bir növü, başa düşdüyüm qədərilə. Onları bu şəkildə təlim keçərək elə bir ki, vərdiş halına salırlar da, məntiqlə yox, vərdişə salırlar ki, bu uşaqlar özlərini idarə edə bilsinlər həyatda. Bir də deyin mənə, bəs yaxşı inklusiv təhsilin komponentləri hansılarıdır? İnklüziv təhsilin komponentləri əməkdaşlıqdır, sonra əməkdaşlıq idi, tədris proqramıdır, sonra inklüziv təhsildə reabilitasiya xidmətinin təşkilidir, digər xidmətlərin təşkilidir, psixoloq və pedaqoqlarla onların roludur, sonra valideynlərlə işin təşkilidir, komponentləri bunlar. Təşəkkür edirəm Müstəm müəllimə. Çox sağ olun, mən təşəkkür edirəm. Sağ olun. Və saçsının Uzan müəllimə nəsib ola. Axşamınız xeyir, daha Axşamınız xeyir olsun. Müəllimə, siz mənə xəstəliklər haqqında deyin, zəhmət olmaz. Hərəniz ikisini deyin, sonra keçək kesin. Xəstəliklər hansı xəstəlikdir? Necə başa düşmürəm sualı. Hansı ki var, əgli gərilik, nisbətli məhdudiyyəti. Gerilik, Down sindromu, psixik inkişafın ləngiməsi, serebral inkişafın ləngiməsi, sonra autizm, sonra hiperaktivlik. Burada əqli gerilik uşağın əqli cəhətdən geri olması deməkdir. Bir insan şəxsiyyətin formalaşmasına burada diqqət qurmaqdır, sonra öz qayğısına qalmaq, ətrafdakı insanlarla qarşılıqlı münasibət qurmaqda və əqli gerilik zaman uşaq geri qalır. Bu ünsiyyəti qura bilir. Sonra necə onlar məhdud düşüncəyə malik olur bu uşaqlar. Ümumiyyətcə daha ləng inkişaf edirlər. Onlar çox zəif olurlar. Oxuyan, yazan zaman çəkilir, oxu zamanı çəkirlər. Ümumiyyətcə belə uşaqlar bilik bacarıq vərdişlərinin yiyələnməsi biraz çətin mümkün olur. Mümkün olur, lakin burada uzun müddətli ola bilir. Mümkün olur, o qədər etkilərində belə uşaqlar əqli geriliyi olan uşaqlardır. Ümumiyyətcə belə uşaqlar gec oxuyurlar, gec məktəblər, gec geriyə bilirlər, sonra gec danışırlar, danışıq çəkirlər, sonra nəyisə xatırlamaqda çəkirlər, sonra nəyisə sual verəndə və yaxud da ki, nəyisə adekvat reaksiyaları çətin olur, gec reaksiya verirlər. Sonra məntiqi düşünmələri çətin olur, onlar çətinlik çəkirlər. Bunlarda əqli gerilikdə ümumiyyətcə ən ağır forması idiotiyadır. Ağır forması idiotiya, inversivlik, debillikdir. İdiotiya burada ağır formasıdır. İdiotiyada təfəkkür məhduddur, sonra nitqləri başqa digər
nitqləri ümumiyyətcə ləng olur belə uşaqlarda. Yəni ən ağır forması da investivlik və qeydilik səviyyəsindən bundan sonrası olur. Yəni investivlikdə biraz yüngül forması olur. İnvestivlikdə demək olar ki, məsələn, hansısa rəngləmələri bacarırlar, kartondan, sonra nəyisə kəsmək, yapışdırmaq qabiliyyətləri olur. Qeydilikdə biraz yüngül forması olur. Qeydilik bunlara baxanda. Ən ağır forması ideologiya olur, qeydilik biraz yüngül forması olur. Burada yəni bu uşaqlarda oxuma olur, yazma olur, sayma vərdişlər olur, qavrayışlar düzülü sahibi olmasa da hardasa müəyyən qədər bir nəticəyə gəlmək olur hardasa. Təşəkkür edirəm müəllimə, çox sağ olun. Siz sağ olun, mən təşəkkür edirəm. Sağ olun. Bir də müəllimə deyin siz mənə, hansı müəllimədə qalmışıqsa, zəhmət olmasa vurğulayın. Bu nöqtəvi hissəvi tam daxil olma, bir də tipli ilə sosial modelin fərqi. Nöqtəvi hissəvi tam daxil olma ümumiyyətcə burada uşağın Bakıya Ayda müəllimə, hansısa müəllimənin səsi açıqdır, Bəli, səsləri bağlayaq. Gözlüyün baxın. Siz danışın Nurcan müəllimə, siz danışın. Nöqtəvi daxil olma, yəni bu uşaqlar ayrı-ayrı məqamlarda, məsələn, gəzinti zamanı, oyun zamanı, bayramlarda, əyləncələrdə kollektivə bu uşaq sağlam uşaqlarla qoşulurlar. Hissəvi daxil olmada isə məsələn, müəyyən məşğələlərdə, idman məşğələsində, rəsm məşğələsində, musiqi dərslərində daxil olurlar, bu uşaqlarla birlikdə iştirak edirlər. Tam daxil olmada isə bütün gün ərzində məşğələ, gəzinti, oyun, bayramlar zamanı bütün gün ərzində bu uşaqlarla birlikdə, yəni günlərini keçirirlər. Burada da uşaqlarda ümumiyyətcə əlilliyi olan uşaqlara yanaşmalar iki formada